Hörmətli Asif müəllim, hörmətli Eldar müəllim, dəyərli həmkarlar, əziz aşıq sevənlər, əziz folklor sevənlər, mən tədbirimizə başlamamışdan əvvəl istəyirəm ki, dəyərli alim, görkəmli folklorşünas, aşıqşünas, mərhum Elxan müəllimin ruhunu bir dəqiqəlik sükutla yad eləyək. Allah rəhmət eləsin. Könül istərdi ki, bu 80 illik yubileyi Elxan müəllimin özünün iştirakı ilə, bax burada iştirakı ilə bir yerdə qeyd eləyərdik. Amma taleyin qismətindən ötən il mart ayında, 21 mart tarixində Elxan müəllim bizləri tərk elədi. Amma bugün onun artıq il mərasiminə çox az vaxt qalıb. Amma folklor sevənlər, aşıq yaradıcılığını sevənlər, Elxan müəllimin ruhuna, xatirəsinə hörmət edənlər bugün bir aradadır, bir yerdədir. Və mən bu başdan istəyirəm ki, bu tədbiri biz bədbin, sentimental notlar üzərində yox, nikbin, əhval-ruhiyyə üzərində quraq. Çünki biz ömrünü, bütün şuurlu fəaliyyətini aşıq yaradıcılığına, folklor yaradıcılığına həsr eləmiş və özü də fəaliyyəti ilə əbədilik qazanmış, folklor qədər, folklor ömrü qədər ömür qazanmış bir şəxsdən, bir şəxsin, bir şəxsiyyətin ömür yolundan bəhs eləyəcəyik. Və bu tədbirin adında da göründüyü kimi sazın, sözün və ömrün harmoniyasından bəhs eləyəcəyik. Ona görə də düşünürəm ki, Elxan müəllim haqqında elə indiki zamanda xoş xatirələrlə, xoş təəssüratlarla danışmağımız vacibdir. Daha doğrudur, məqsədə uyğundur. 2005-ci ildə Folklor İnstitutuna, ikinci kurs tələbəsi kimi Folklor İnstitutuna ilk qədəm qoyanda gördüyüm dəyərli alimlərdən bir neçəsi artıq dünyada yoxdur. Mən xatırlayıram professor İsrafil Abbaslını, mən xatırlayıram akademik Tofiq Hacıyevi, mən xatırlayıram dəyərli Elxan müəllimi. Elxan müəllim elmi fəaliyyəti, aşıq yaradıcılığına, saz söz sənətinə xüsusi münasibəti ilə bərabər həm də yüksək şəxsi keyfiyyətləri, insani keyfiyyətləri ilə fərqlənirdi. Biz ilk dəfə tələbə ikən Səfa müəllimlə mən Folklor İnstitutuna gələndə bizi səmimiyyətlə qarşılayıb, bizə ümid verən, bizə işıqlı gələcək haqqında ümid yaradan dəyərli şəxsiyyətlərdən biri də Elxan müəllim idi. Mən xatırlayıram, biz onda tələbə idik, bakalavr bitirmiş, hələ bitirməmişdik, ikinci kursaydıq. Amma Elxan müəllim bizim haqqımızda elə belə yüksək fikirlər söylürdü ki, adam bəzən özü də fikirləşirdi ki, axı o hardan bu qənaətə gəlir, hardan bu yolu, bu işığı görür. Və şükürlər olsun ki, bu yol da, bu ənənə də davam eləməkdədir. Eldar müəllim, Elxan müəllimlə bağlı bu tədbirlərin təşkili və bu nəşrlərin hazırlanması təşəbbüsü ilə bu prosesə başlayanda təbii ki, biz bundan Folklor İnstitutu olaraq biz bu prosesdən kənarda qala bilməzdik. Əksinə, biz o prosesin mərkəzində olmalıydıq və varıq. Bilirəm ki, bugünə qədər Atatürk mərkəzində, digər tədqiqat mərkəzlərində və qurumlarda Elxan müəllim yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilib və bugün burada sərgilənən o 3 cilt kitab da
həm Elxan müəllim haqqında olan xatirələrin, düşüncələrin, həm Elxan müəllimin özünün elmi yaradıcılığının, çap olunmamış arxivlərdə qalmış yaradıcılığının, eyni zamanda həm də Elxan müəllimin daxili mənəvi aləminin, ruhani aləmindən gələn poetik sözlərin, bədii ifadələrin öz əksini tapdığı mətnlərdir. Mən orada həmin çap olunan kitabda yazı yazarkən belə bir tezisdən istifadə elədim ki, gələcəkdə tədqiqatçılar Elxan müəllimi daha kompleks, daha sistemli dərk eləmək, anlamaq üçün dəftərdə, kitabda yox, səsdə, sözdə axtarsınlar. Elxan müəllim həqiqətən də folkloru, bax, bugün biz müasir metodologiyadan, yanaşmadan danışırıq. Elxan müəllim folkloru filoloji mənada, bədii söz mənasında qavramırdı. Elxan müəllim üçün folklor canlı mədəni sistem idi. Elxan müəllim üçün folklor aşığın el dilində desək, dizinin dibində dayanıb o sözü, o havanı, havacatı, o dastanı dinləmək idi. Və təsadüfi deyil ki, Elxan müəllim ömrünün elə uzun, çox hissəsini də məhz Azərbaycan Dövlət Televiziyasında, Azərbaycan Dövlət Radiosunda, bax, bugün burada dəyərli Tahir müəllimin də fəaliyyət göstərdiyi Xalq Yaradıcılığı redaksiyasında keçirdi. Bu missiya ayrıca bir missiyadır. Azərbaycan folklorşünaslığında folklor materiallarının sosial media, ümumiyyətlə kütləvi informasiya vasitəsilə ötürülməsi ilə bağlı təəssüf ki, bugünə qədər xüsusi bir tədqiqat yoxdur. Amma əslində bu missiya xüsusi bir missiyadır. Xalqın olanı xalqdan alıb xalqa yenidən qaytarmaq, amma hansı formatda qaytarmaq? Daha geniş kütlələrə qaytarmaq. Elxan müəllim məhz bu missiyanı üzərinə götürmüşdü və onun Dövlət Televiziyasında, Dövlət Radiosundakı fəaliyyəti, hər bir verilişi qızıl fonddadır. Hər bir verilişi onun bir məqaləsidir, bir monoqrafiyasının tezisləridir. Ona görə də Elxan müəllim daha çox dediyim kimi şifahi səsdə, sözdə, mühitdə, canlı performansın qeydə alındığı yerlərdədir. Biz bu tədbirlərə hazırlaşarkən Elxan müəllimin fəaliyyəti, Elxan müəllimin elmi yaradıcılığı, elmi yaradıcılığa bərabər bu folklorun xüsusi bir toplama istiqaməti ilə bağlı tədqiqatlara bir də baxdıq. Yenidən o məsələlərə nəzərdən keçirdik. Mən bir neçə unikal faktı, bugünkü dünya folklorşünaslığının sosial antropoloji folklorşünaslıq dediyi, yəni filoloji folklorşünaslıqdan bir qədər fərqli, daha miqyaslı yanaşmanın tezislərini, bəlkə də Elxan müəllim onu nəzəri metodoloji şəkildə, o şəkildə qoymurdu. Tutaq ki, bəlkə də Elxan müəllim Simon Brunerə Alandan desə istinad etmirdi. Amma özünün stixial olaraq təbiətindən folklora münasibətində həmin o canlı mədəni sistem, kollektiv mədəni yaddaş anlayışı Elxan müəllimin metodologiyasındaydı, qavram dünyasındaydı. Məsələn, Elxan müəllimin Koroğlu dastanının Ağca Quzu variantı ilə bağlı toplama prosesi çox unikal bir faktdır. Bunun unikallığı nədədir? Bir dastanın bir qolunu bir aşıqdan 3 fərqli tarixlərdə Elxan müəllim yazıya alıb. Ağca Quzu qolu ümumiyyətlə Koroğlu dastanının nəşrlərində Elxan müəllimə qədər yer almayıb. Yəni bizim bildiyimiz Hümmət Əlizadə variantında, sonraki Vəli Xuluflu, ondan öncə Vəli Xuluflu variantında, Təhmasib müəllim variantında, bunların heç birisində Ağca Quzu variantı yoxdur. Məhz ilk dəfə olaraq Elxan müəllim bu mətni toplayıb, amma toplamaq sadə proses deyil. Toplama sadəcə gedib elə o səsi yazmaq deyil. Elxan müəllim folklorşünas fəhmi ilə bir materialı eyni aşıqdan 3 fərqli tarixlərdə qeydə alıb. Bu çox unikal faktdır. Biz həmişə deyirik, folklor variantlıdır. Folklorun mətni orijinal bir mətn deyil. Bəli, folklor variantlıdır. Folklor dəyişəndir, dinamik sistemdir. Folklor sosial şərtlərə, auditoriyada iştirak edənlərin peşəsinə, gender tərkibinə, bu auditoriya kişilərdənmi təşkil olunub, qadınlardanmı təşkil olunub, böyüklərdənmi təşkil olunub, uşaqlardanmı təşkil olunub? Aşıq öz performansında, icra aktında mütləq bunu nəzərə alır.
Və Elxan müəllimin bu bir aşıqdan fərqli tarixdə 3 variantı qeydə alması əslində həmin o bizim nəzəriyyədə dediyimizin əslində bir praktik olaraq, bir fakt olaraq analiz üçün sanki bir laboratoriya şəraiti yaradıb bizim üçün ki, bax bu mətn bu şəkildə, bu zaman dilimində, bu intervalda bu şəkildə dəyişə bilir. Hətta bir söyləyici danışdığı mətni müxtəlif zamanlarda, əgər o orta yaşdadırsa bir cür danışır. Əgər o bir qədər müdrik yaşdadırsa bir qədər ahıl çağdadırsa daha fərqli, daha püxtələşmiş, daha müdrikləşmiş şəkildə təqdim eləyir. Və təbii ki, əgər o performans, o icra aktı, auditoriyası dəyişirsə, dediyim şərtlər daxilində mətnin icrası da, mətnin klişeləri də, mətnin formulları da həmin situasiyaya uyğun dəyişə bilir. Elxan müəllim eyni zamanda həm də Borçalı folklorunun yazıya alınmasında, tədqiqində xüsusi xidmətləri olan folklorşünasdır, tədqiqatçıdır. Təəssüflər olsun ki, Borçalı folkloru ilə bağlı yalnız 2 cild bizim materialımız nəşr olunub və bunlardan bir cildi dastanlarla bağlıdır. Amma o dastanlarla bağlı olan cilddə Elxan müəllim ön sözdə qeyd eləyir ki, biz Borçalı aşıqları və el şairləri ilə bağlı da 2 cildlik unikal bir toplu hazırlayırıq və təqdim olunacaq. Təəssüflər olsun ki, ömür vəfa vermədi və biz o kitabın nəşrini görmədik. Amma biz aydınlaşdırdıq, araşdırdıq, o materiallar onun arxivində var və düşünürəm ki, orada o Elxan müəllimin qeyd elədiyi sözlər bizim üçün həm də bir vəsiyyət, həm də bir nəsihətdir. Və biz o Borçalı el şairləri və aşıqları toplusunu İnşallah Folklor İnstitutunun dəstəyi ilə, Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşrə hazırlayacağıq, təqdim eləyəcəyik. Mən Elxan müəllimin folklorşünaslıq fəaliyyəti haqqında saatlarla, günlərlə danışa bilərəm, amma bu auditoriyada bizdən böyük, bizdən Elxan müəllimlə silahdaş olan, çiyindaş olan, bir yerdə çalışan, o proseslərdə bir yerdə işləyən şəxslər var ki, onlar burada iştirak edirlər və mən bugün istəyirəm ki, biz həm də onları, həm bu proqram daxilində seçdiyimiz məruzələri, həm də bugün bizim dəvətimizi qəbul edib bura gələnlərin də məruzələrində Elxan Məmmədli yaradıcılığını, Elxan Məmmədli şəxsiyyətini daha dolğun, daha aydın o mənzərəni yaradaq və düşünürəm ki, hər kəsin onunla bağlı çox xoş xatirələri və öz yanaşması var. Beləliklə, mən bu tədbiri açıq elan edirəm və proqrama uyğun olaraq digər məruzəçilərə söz vermək istəyirəm. İlk məruzə olaraq bizim dəyərli həmkarımız, müəllimimiz, filologiya elmləri doktoru, professor Asif Hacıyevi bu tribunaya dəvət edirəm. Asif müəllim Elxan Məmmədli aşıq yaradıcılığının mahir bilicisi mövzusunda danışacaq. Buyurun. Əziz həmkarlar, dostlar, qohumlar, yaxınlar, ürək qəlblə bağlı olan insanlar, mən Hikmət müəllim yeni nəsil doğrudan da yetişir, o fəxrlənsi bir şeydir və xeyli dərəcədə əsas cəhətlərindedir. Mən də müəyyən onun bəzi xüsusiyyətlərini istəyərdim bir qədər Elxan müəllimlə bağlı deyim. Yəni, Elxan müəllim sözün klassik mənasında folklorçuydu. Həm çünki toplama işinin kamil bilicisi idi, həm elmi o folklorun mahiyyətini duyan adam idi. Yəni, bu elmin folklorun mahiyyətini duymaq nədir? Çox sadədir, həm də mürəkkəbdir. Budur ki, folklor və Hikmət müəllim ona toxundu, folklor məhz canlı ifadə mövcud olur. O ifaçının özü sabah biraz əhvalı başqa cür olsa, müəyyən dəyişikliklər ola bilər. Və yaxud da başqa bir dövrdə başqa cür söyləyə bilər. Bax, bunlar nədən yaranır? Bunu duymaq nə ilə bağlıdır? Elxan müəllimin məncə duymağı onunla bağlıdır ki, o bizim Ulu Borçalının bir tərəfi Axsqa, bir tərəfi Borçalı,
orada sırf Türk yurdunda böyüyüb formalaşıb. Yəni onun mühiti, onun ailə mühitini deyəcəm. O mühit Gürcü dilində Gürcüstanın cənubuna klassik mənbələrdə Didi Turkoba deyiblər. Yəni burada Müşfiq müəllim əyləşib, o yaxşı bilir bunları. Didi Turkoba, yəni Böyük Türkistan. Ondan yuxarıya deyiblər ki, Gürcüstan Kartveli. Bax, bu baxımdan o həmən Türk yurdunun, Böyük Türk yurdunun mahiyyətini, oradakı bütün o baş verən prosesləri dərindən bilən idi. İkinci, ailə mühiti. Hüseynqulu müəllim kənd məktəbində işləyib, Gürcüstanda işləyib, uzun illər sonra köçüb Bakıya və təsəvvür edin ki, bir məktəb müəllimi bizdə də Qorqud ensiklopediyasının yaranmasında mən deyərdim ki, bu müstəsna rol oynayıb, böyük işlər görüb. Yəni o həmən səviyyədə ailənin, ziyalı ailələri olub, yəni xalq eləyən təbii ki, hər kəs amma orada olan ziyalılıq böyük bir ənənədir. Nəhayət folklor mühitinin içindədir. O ömrünün sonuna qədər ayrılmırdı folklor mühitindən. Nəinki aşıqların, məktəblərin yəni mahiyyətini bilirdi. Demək olar, hər biri ilə, hər bir kamil aşıqla şəxsən bağlı idi, qəlbən bağlı idi və elə onların ifasının səsi gələn kimi bilirdi ki, hansı aşıqdır. Digər bir cəhət, onun həmən o yurtda olan etnopedaqojik bir mühit var, yəni vətənin qıraqda qalan yerlərində. Deyirsiniz, burada da var, əlbəttə Azərbaycanın bizim bu, necə deyək, Şərqi Azərbaycan deyək də, bu ərazidə də bizim xalq arasında etnopedaqoji anlayışlar var. Amma Borçalda daha çoxdur, çünki orada televiziya və s. olmayıb ki, milli televiziyamız olsun, nə olsun. Ona görə o funksiyanı xalq, ailə mühitində o veriblər və o mədəniyyəti də, onun anadan olduğu, yaşadığı, böyüdüyü o yurtlar məhz o cür sırf Türk etnopedaqoji mühitinin var olduğu, yəni ağsaqqallar vasitəsilə və s. keçən bir mühit olduğu bir məkandır. Nəhayət onun burada demək artıq da alimlərimiz, gözəl mütəxəssislərimiz danışacaqlar yəqin ki. Borçalı aşıq mühitinin öz xüsusiyyətləri, özünün varlığı, özünə məxsusluğu, özünün dastan repertuarı, bunlar məclisdə olan, məclisdən yox başqa olan, yəni bütün bunların mahiyyətindəydi, bütün bunların içindəydi. Hətta keçən dəfə danışdılar, deməli, yaz mərasimində olan mahiyyət, əsərləri toplamaq üçün özünü deyirdi, məni yerə uzadın, üstümə də bir şey örtün. O yaşlı qadın elə bilsin ki, mən onu həvəsə gəlsin və bu yaz nəğmələrini söyləsin. Bax, bu dərəcədə o həssas adam idi. Belə qeyri-adi bir məsələdir bunlar hamısı. Belə bir toplayıcıdır. Nəhayət, güclü təhsil alıb, elmi mühitdə formalaşıb, ciddi və səmimi olub eyni zamanda. Çox ciddi adam idi. Elxan müəllimə elə-belə hələm-kələm, adi bir söz demək, bir qədər qeyri-ciddi söz elmə də biraz saxsiyan söz demək mümkün deyil. Çünki hər bir şeydə o onun varlığını duyurdu, mahiyyətini duyurdu və fitrətdən gələn bir onun hissiyatı və duyğunluğu var idi. Və bu cəhət ona görə də bax, həmən bu qədər kitabların formalaşması, hələ ailədə, evdə qalan arxivində olan məsələlər canlı folklordur. Belə deyərdim, halal toplanmış folklordur. Yəni, açıq deyək də, indi dünyanın hər yerində olur ki, əsəri dialektə uyğunlaşdırmaq, nə bilim, nə etmək, bunlar olur. Amma bir də var ki, halallıqla toplayasan, qulağın eşidəni toplayasan, xalqdan, xalqın içindən tək aşıq deyil, elə adi bir eldə, obada olan materiallar toplayasan. Bax, İlxan müəllim burada buna çox ciddiyyət və bir müqəddəs bir iş kimi yanaşırdı, ona görə də elə idi. Nəhayət, digər bir cəhətini mən deyim. Bizim bu türklük anlayışı, türklük ruhu və ümumiyyətlə Azərbaycan ruhu tək türklük deyil. Bizim bir çox burada yerli xalqlar, deyəndə hamımız yerli xalqıq, yerli xalqlar şöbəsi var. Çox gözəl də yaradılıb ki, elə bir şey var. O da Azərbaycan, Türk, hamısı qarışıq biz qarışıq, biz birik, bir ruhdayıq. Bizim mədəniyyətimiz həm ləzgi mədəniyyətidir, həm Tat mədəniyyətidir, Talış mədəniyyətidir, həm də Türk mədəniyyətidir və maraqlıdır ki, bunlar çolğaşıq bir çox cəhətdən. Bax, bu çolğaşıqlıqdan, bu bir yetişmiş, bir zəngin bir mühitdən yaranmış bir mədəniyyətimiz var və buna görə də o cəhətdən bu milli şuurumuzun, Azərbaycan şuurunun yetişməsində İlxan müəllimin böyük rolu olub. Çünki onun apardığı televiziya
və radio, televiziya verilişləri, proqramları həqiqi mənada o analoqu olmayan bir verilişlər idi. Yəni ora həqiqətən də elə deyək ki, indi cəmaət dəyişib, əhali, gənclər də dəyişib, hamı serial, nəsə başqa şeylər gözləyir, amma orada onu gözləyirdilər. Və bunu tək burada yox, Cənubda da gözləyirdilər. Yəni Elxan müəllimin həmən illərdən, 20 neçə illər əvvəldən apardığı o radioda, televiziyada verilişlər, o Cənubda da bir ruh yüksəkliyi yaradırdı. Bir, necə deyək, dövlət televiziyamız, milli dövlət televiziyamızdan o səsi, o sözü eşidirdilər. Bu mənada böyük bir anlayış idi. Mən nə deyim, bu mahiyyətində burada çıxış eləyən çoxdur, çox vaxt almaq istəmirəm. Bircə onu demək istərdim sonunda belə bir məsələni ki, bu həmən o işlər əbəs getməyib. Bugün gözəl institutumuz var. O gözəl kadrlar var, əməkdaşlar var, Seyfəddin müəllim, bir çoxunu ola biraz aşkıda yaxşı görmürəm, ona görə hamını ola bilər görməyim. Amma bu zəngin bir mühit var, zəngin bir elmi mühit var, toplayıcılar var, tanıdığım Maksat folklorunda vaxtı ilə toplayan dostlarımız var. Yəni bu ənənə yaşayır, yaşayacaq və bugün hesab eləyirəm ki, deyəndə biraz o söz o mənada vermir, duyuram, əminəm ki, Elxan müəllimin ruhu şaddır. Borçalı əhalisinin qəlbi sevinclidir, çünki onların hamının tanıdığı, deyək ki, bizi kimisə qohum-əqrəbə tanıyır, amma onu bütün Borçalı tanıyırdı. Hamı, ziyalılar xüsusən tanıyırdı, Eldam, aşıqlar da onu demək artıqdır, tanıyırdı. O ruhu şaddır, buna görə mən də öz tərəfimdən bir dostu kimi tək, burada bu vəzifə borcu deyil, onlar tək həm ailəsinə təşəkkür eləmək istəyirəm, o kitabı çap elədilər bir daha, həm də Folklor İnstitutuna, rəhbərliyinə ürəkdən təşəkkür eləyirəm ki, bu müqəddəs missiyanı çiyinlərinə götürdülər və belə bir tədbiri təşkil edilər. Minnətdaram, bütün gələnlərə də təşəkkürümü bildirirəm, sağ olasın. Çox sağ olun, Əsmər, mən təşəkkür edirəm. Əlbəttə ki, indi çıxışlar olacaq, amma istəyirəm ki, bizim Folklor Studiyasının hazırladığı bir 10 dəqiqəlik qısa metrajlı bir filmimiz var. İstəyirəm ki, o filmə də baxaq, Elxan müəllim özünü yad eləyək və ondan sonra çıxışlara davam edək. Folklor, xalq yaradıcılığı dünya ilə yaşıddır deyiblər. Belə baxanda folklorçuların ömrünü xalq yaradıcılığını toplayıb xalqa çatdıranların da yaşı az deyil. Onlardan biri də Elxan Məmmədlidir. Elxan Məmmədlinin yaşı folklor qədər qədim olmasa da folklora etdiyi xidmət əbədidir, həmişəlikdir. Saz üstündə köylənmişəm, özgə kökə yatanmaram, öz oğum, öz oğlağım var, yad oğuna atanmaram. Gəzdiyim kənddir, şəhərdir, yediyim qəmdir, qəhərdir, mətahım vəl gövhərdir, çərçim alıb satanmaram. Çıxan günəm, doğan ayam, bugün toyam, sabah vayam, Elxanam, halal dumayam, mal-mala satanmaram. Öz-özüməd, şeirin adı öz-özüməd. Cavanlıq qapını ötdü üzümə, yaşın 60'ı aşdı mı? Aşdı. Bəs necə tablayıb dözürsən belə, ay zalım, ürəyin daşdı mı? Daşdı. Neçə vələn keçdin, neçə dağ açdın, bu cənnət məkanı gəzdin, dolaşdın, türfə gözəllərə nəğmələr qoşdun. Hamısından öz yarın başdı mı? Başdı. Axdan yanan çıraq sönəsi deyil, təmiz ad, pak əməl öləsi deyil, ay Elxan.
qayıdıb dönəsi deyil. Ötənlər yuxu mu, düşdü mü? Düşdü. Sağ olun, sizə minnətdarımı bildirəm. Mən sizə can sağlığı bildirəm. Rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun. Düşünürəm ki, nə qədər folklor yaşayacaq, nə qədər Azərbaycan xalqı yaşayacaqsa, onun dəyərlərini, onun folklorunu, onun mədəniyyətini öyrənənlərin ömrü də o qədər uzun olacaq, o qədər yaşayacaq. Var olsun. Allah ruhu şad eləsin inşallah. Davam edək və ənənələrin yaşanılması baxımından elə bax o kadrlarda gördüyümüz kimi Aşıq Yaradıcılıq şöbəsi də orada Elxan müəllimin rəhbərliyi ilə öz fəaliyyətini göstərirdi və bugün də həmin şöbə yenə öz fəaliyyətindədir və yenə o dəyərləri, o ənənələri yaşatmaqdadır və mən istəyirəm ki, həmin şöbənin yeni seçilmiş şöbə müdürü, filologiya üzrə fəlsəfə doktoru Dasen Tacir müəllim Qurbanova söz verək və Tacir müəllim də həm bir silahdaş kimi, həm həmkar kimi öz sözlərini, xatirələri bölüşsün. Buyurun Tacir müəllim. Mən onu deyim ki, İlxan müəllimlə təxminən 30 illik bir dostuyduq, 30 il idi. 25 il bu şöbədə çalışıram, işləyirəm. 5 il də bundan qabaq tanış olmuşdum. Maraqlıdır ki, bizim tanışlıq da qəribə bir şeydə idi. Yəni, Sarıtel tanış eləmişdi, veriliş. O verilişə o qədər maraqla baxardım, qulaq asardım ki, və sonra təsadüfən rastlaşdıq. Rastlaşandan sonra çox maraqlı. İlxan müəllim dərhal eşitdi ki, mən Ağbabalıyam, soruşdu, Aşıq İskəndər Ağbabalıdan nə bilirsən? Sonra qayıtdı ki, bu atadan oğula keçən ənənədirmi? Bunlarda belə hadisələr varmı? Sonra dastan repertuarı nədir, hansı havaları bilir, dedim. İlxan müəllim, bu ayaq üstü mən bunu deyəm, eybi yox, belə eləyərik. Sən müəyyən vaxtdan sonra görüşəlim, mən repertuarı götürərəm, gedərik. Bunun oğlu var, gərək ki, Aşıq deməyə, Aşıq Fafur Ağbabalı. Dərhal getdik, o elə sistemlə qurdu ki, təəccüb elədim özümdə. Yəni, o veriliş tanırdım, çəkinirdim, görən necə alınacaq, çox mükəmməl alındı. Həm də o repertuar da balaca bir şey deyil, 5 kilodur, ağır, çiynindən salmışdı rəhmətli, dərhal onu nizamladı. Və ondan sonra, dostluğumuz alınandan sonra dəfələrlə biz, demək, Qız meydana, sonra Qaradağ rayonu və digər rayonlara da dəfələrlə mən apardı. Özü də həmişə deyirdi ki, həyəcanlı olma, sakit. Bax, mən necə çıxış edirəm, sən də o cür və buna da alışdım. Onu deyim ki, bu Sarıtellə dostluğumuz başladı və ondan sonra mən də maraqlandım radioya getməyə və o bulaq verilişinə, bax, Tahir müəllim eşidir. Sonra bu Divanı Saz-söz məclisinə, o birlərinə də yavaş-yavaş mən də bu sahəyə getməyə başladım və ondan sonra da iş elə gətirdi ki, İlxan müəllim dedi ki, sən orta məktəbdə müəllimlik eləyirsən, müəllimlik hamı da eləyir, pedaqoji işdir. Bəs bu fəaliyyətin də var, bir mövzu götür filan və sənin yerin bu, o vaxt Hüseyin müəllim idi, folklor istiqamətindədir, gəl bura və gəldim burada folklor institutunda kiçik elmişçi kimi işə başladım. Sonra İlxan müəllim çox həssas adammış. Məsələn, mən hər biraz belə utanır, çəkinirdim ki, əşi mən o elmişlə necə məşğul olan falan. Dedi ki, mən baxmışam Oğuz elində, Novruz qəzetində məqalələrim var. Yavaş-yavaş bunu yola salacaqsan, istiqamət də gələcəkdir.
Həm də maraqlıdır ki, bu şöbəyə gətirəndə rəhmətli o xeyli Qara müəllim var idi, sonra İslam müəllim. Birinci göstərdi ki, bax bu cür ağsaqqalla səni tanış eləyəm, bu Aşıq Ələsgərin nəvəsidir. Sən gör kimlərin yanına gəlibsən. Əvvəl deyir, tanış ol, İslam müəllimdir, Aşıq Ələsgərin nəvəsidir. Sonra Qara müəllimgil tərəfə baxdı, Mürsəl müəllimgilə, deyir ki, xoş halına sənin, gör kimləri görürsən. Mən indi Elxan müəllim folklorşünas alim olsa da, onun qaynar təbi var idi. Yəni, aşıq şeirinin istənilən formalarında qoşma olsun, cərali olsun, divanı olsun, müxəmməs, təcnis şeirləri var idi və sonra o şeirləri toplayıb Bir Dənəm adlı kitabında veribdi. Onu da qeyd edeyim ki, Elxan müəllim özü danışırdı ki, lap uşaq yaşlarından saza, sözə könül vermişəm. Yəni, şöbəmizdə bir saz var idi, onun sazı idi. Bəzən də gördün, saz yerində durmur, deyirdi, aşıqlar aparıblar. Məsələ, söhbət eləyirdi, qonaqları çox olurdu. Məsələ, Cənubdan, başqa rayonlardan alimlər, aşıqlar, şairlər gəlirdilər. Və danışıqdan sonra bir də gördün ki, sazı götürdü, köhlədi, başladı bir havada çalmağa, sonra da oxumağa. Çox aşıqlar sayağı, çox gözəl onun da oxumağı var idi. Elxan müəllim həm də çox humanist adam idi, xeyirxah insan idi. Yadımdadır ki, Musiqi Akademiyasından bir xəbər gəlmişdi ki, rəhbərlikdən, Elxan müəllim, sizə burada dərs veririk, bunu götürün. Elxan müəllim dərhal bizdə işləyirdi, demək, Fəxrəddin Salim. Bu da yaxşı bir alimdir, elmi-ürfan adamıdır, həm də sazı yaxşı bilir, dini. Elxan müəllim dedi ki, bu çox cavan alimdir, yaxşı alimdir, sizə yararlı pedaqoq olacaq. Demək, təsəvvür edin ki, onu qəbul elətdi. İndi də Fəxrəddin müəllim orada çalışır. Onun, demək, bir neçə monoqrafiyası çap olunub, eyni zamanda divanı çap olunub. Çünki o klassik ədəbiyyatı da yaxşı bilir, ərzu da yaxşı bilir. Və eyni zamanda bizim şöbədə aşıqlar var idi. Fəzail, sonra Nemət, Altay. Bu aşıqların formalaşmasında, inkişafında, elmi mövzular götürməyində məsləhətini əsirgəməzdi. Həm də maraqlıdır ki, Aşıq Altayın da elmi rəhbəri idi. Yəni, bu bacardığı qədər insanlara kömək eləyirdi, əlindən tuturdu. Həm də maraqlıdır, aşıqlar saçsalanda fikir vermişdim. Elxan müəllim o dəqiqə baxır, deyirdi, bax, xalın birini vurmadı bu. Burada belə olmalıdır, yox, bir sazı göstərir. Çox maraqlıdır. O qədər incəliyə enirdi ki, məsələn, bəzi aşıqlara deyir ki, bu sazı köhləməyib gəlib. Yəni, o incəlikləri o seçə bilirdi. Maraqlıdır, məsələn, Azad Ozan var idi, bəstəkar idi. Elxan müəllimi eşidəndə ki, o aşıq havalarını nota alır, dərhal onu gedib tapmışdı, gətirirdi şöbəyə, yadımdadır ki, Hüseyin müəllimin yanına girdi ki, Hüseyin müəllim, bu adam bizim şöbədə olmalıdır. Görürsən, bax, nə qədər müsbət iş görür. Bu havalı 17 havanı götürüb. O havalarda Aşıq İskəndərin havaları idi, Ağbaba saz havaları. Onları köçürüb gətirmişdi. Onu da qəbul elətdi. Yəni, hər tərəfli idi. Məsələ deyək, eyni zamanda qonaq qaralı idi bizim şöbə. Baxırdın ki, məsələ Cənubi Azərbaycandan gəlib, aşıqlar gəlib, müxtəlif alimlər gəlib, Qara müəllim idi, Səddiq Paşa Pir Sultanlı idi, Mürsəl müəllim idi. Bunlar həmişə Elxan müəllimin başına toplanırlar, həm də onun söhbəti də şirindir. Söhbət eləyəndən sonra ya sazdan, sözdən söhbət düşüncə yenə sazı götürərdi. Yəni, bunların danışığım, deməyim odur ki, Elxan müəllim unudulası insan deyil, nə qədər cəmiyyət var. İndi dünyada da belə deyir, gəlimli dünyada Elxan müəllim də gəldi ki. Amma o gözəl bir ad qoydu. Ürəklərdə yaşayan adama ölüm yoxdur. Bu adam o qədər gözəl, müsbət işlər gördü ki, gözəl övladlar qoydu. Yəni, bunların hamısı ona əsas verir ki, Allah qəni rəhmət edir, gözəl insan idi. Sağ olun.
aşıq sənətinin ən çətin sahələrindən, ən çətin istiqamətlərindən biri təcnis sənətkarlığı, təcnis yaradıcılığıdır. Çünki burada aşıqdan həm də xüsusi bir başqa bir qabiliyyətdir. Təkcə o təbii yox, həm də bir intellektual, məntiqi sözləri bir cinas qafiyələrlə vurmaq, amma formalizm naminə yox. Həm də mənanı qorumaq. Bax, o cinas qafiyələrdə, tədris yaradıcılığında belə bir, onun bir mürəkkəbliyi var, çətinliyi var. Və təsadüfi deyil ki, Elxan müəllimin folkloru, aşıq sənətini dərindən bilməyinin mühüm göstəricilərindən biri. Mənim üçün Elxan müəllimin şedevri olan onun tədris sənətkarlığı monoqrafiyasıdır, əsəridir. Və biz bu tədbirə hazırlaşanda müxtəlif xatirə tipli çıxışlarla bərabər mən tədris sənətkarlığı kitabının stol üstündəydi və mən bir nəfər folklor institutunun filologiya elmləri doktoru Şakir Albalıyevə dedim ki, Şakir müəllim, özünün də təbim var, həm də Elxan müəllimin də bu tədris sənətkarlığı monoqrafiyası haqqında özünün də tədqiqatım var. Yaxşı olar ki, bəlkə sən bu mövzuda danışasan və o bu missiyanı üzərinə götürdü. Mən istəyirəm ki, indi Şakir müəllim, Elxan müəllimin tədris sənətkarlığı bu mövzusu barədə çıxış eləsin. Buyur. Azərbaycan folklorşünaslıq tarixinə adı silinməz izlərlə yazılan bir Elxan Məmmədli imzası var. Daim xalqı ilə bir yerdə olan, xalqını sevdiyi kimi özü də xalqı tərəfindən sevilən, əzizlənən Elxan Məmmədli xalqımız üçün dəyərli kitablar miras qoymuşdur. Bu kitabların içərisində onun alim kimi elmi pasportunu müəyyənləşdirən, rəsmləşdirən bir kitab da var. Tədris sənətkarlığı. Kitabın epiqrafında Elxan müəllim belə yazıb. Babam Məmməd Hüseynqulu oğlunun unudulmaz xatirəsinə həsr edirəm. Əslində, bu bir cümlədən Elxan müəllimin bitdiyi kökə, soyuna, ulusuna dərin məhəbbəti özünü büruzə verir. Bir daha əmin olursan ki, öz soyunu, kökünü sevməkdən rişələnib Elxan Hüseynquluoğlu Məmmədqulunun el-oba sevdası, böyük vətən sevgisi. Elə onun bu kitabda üst tutduğu mövzusu da, əsas qayəsi də böyük xalq sənətinə, azman xalq sənətkarlarına, ümumilikdə isə Azərbaycan xalq ədəbiyyatına və yazılı ədəbiyyatına bağlıdır. Bir sözlə, xalqın mənəvi dünyasına dərindən bağlılığın və yaxından bələdliliyin bəhrəsidir bu kitab. Əbəs deyildir ki, o özü də girişdə aşıq sənətində tədrisin yaranması və inkişafı ilə bağlı problemə aydınlıq gətirməyi və bu mövzu ilə bağlı elmdə yaranmış ziddiyyətlərə, anlaşılmazlıqlara elmi nəzəri şərhlər verməyi hədəflədiyini diqqətə çatdırır. Mövzunun tədqiqi tarixi və problemin qoyuluşu adlı ilk fəslinin adından da aşkar olur ki, Elxan Məmmədli tədqiqat obyektinə gətirdiyi mövzunun dərinliyinə baş vurmaq, bu sahədə mövcud olan elmi nəzəri fikirləri işığında indiyədək yanlışlara münasibət bildirmək və bundan sonra qoyulan məsələyə ətraflı izahlar vermək gücündədir. Ərəb mənşəli söz olan tədrisin bir sıra ədəbi tənqidi mənbələrdə cinas, mücənisə, əl-mücənis şəklində də işləndiyini göstərən alim az sonra qəti şəkildə vurğulayır ki, tədris və ya cinas şeir janrı, şeir şəkli deyildir. Məhz Elxan müəllim tədqiqat boyu bu fikrin üstündə dayanır, bu qənaətini əyani misallar və təhlillər yolu ilə isbata yetirir. Bu bir tədqiqatçı kimi onu folklorşünaslığımızda mövcud olan belə bir yanlışlığı aradan qaldırmaq və buna obyektiv elmi nəzəri fikir bildirmək amili narahat edirdi. Bu səbəbə də yuxarıdakı fikrinə davam edərək yazırdı. Təznis şeirin qafiyə quruluşunu tamamlayan, ona forma və məzmun əlvanlığı verən, beyt və bəndləri incə çalarlarla zənginləşdirən poetik bir komponentdir. Bədii üslubi sistemin tərkib hissəsidir. Təznis, cinas, mücənis və bunlara bənzər bir sıra terminlərdəki məna hədəfi, yəni cins kökü heç şübhəsiz ki, bu sözlərin eyni kökdən olduğunu açıq şəkildə göstərir. Elxan Məmmədli hətta dəhsil səviyyəsində kitablara düşmüş yanlış fikirləri aydınlıq gətirir. Poeziyada təzyiq şeir şəklinin olmadığını, ancaq ayrı-ayrı poeziya şəkillərində təzyiqdən bədii fiqur kimi istifadə edildiyini göstərir. Burada yeri gəlmişkən bir paralellik aparmaq istərdim.
Elxan Məmmədli haqlı olaraq şeir şəkli kimi tədrinsiz xarakterizə edən ədəbi janr olmadığı müddəasını irəli sürür. Ancaq mənə elə gəlir ki, tədrinsiz şeir şəkli kimi hallandırmağın kökü tədris üstə yazılan şeirlərin məxsusi saz havacatları üstündə oxunması, ifadə edilməsi ilə bağlıdır. Hətta aşıqlar saz meydanında, hərbazarvada ya deyişmədə, söz deməkdə tədris qafiyəli şeirlər oxuyub söyləməklə öz maharətlərini nümayiş etdirmişlər. Görünür, tədrislə yazılan şeirləri sazda ifa eləmək də xüsusi istedad, hansısa bir saz havası, ya nəsə tələb etdiyindən aşıqlar öz aralarında bunu tədris adlandırmışlar və tədrisin ayrıca şeir şəkli olması haqda mülahizələr də buradan qaynaqlanmışdır. Bu baxımdan da tədrisdən poetik şəkil, növ ya janr olaraq saz havacatı kimi bəlkə də söz açmaq olar. Amma ədəbi növ ya janr kimi yox. Bu əsnada hardasa 10 il əvvəl mənim mətbuatda meyxana ilə bağlı yazdığım Meyxana ifa janrıdır adlı yazımı xatırlayıram. O yazında mən meyxana adlı ədəbi janrın olmadığını göstərmişdim. Necə ki, İlxan müəllim tədrisi şeir şəkli, ya növ kimi səciyyələndirə biləcək bir ədəbi texniki normanın olmadığını açıb göstərir, o cürdə meyxananın bir ədəbi janr kimi ədəbi texniki göstəriciləri yoxdur. Ancaq meyxana ifa baxımından şifahi tərzdə söyləndiyinə görə folklora ədəbi janr kimi yox, şifahi ifa janrı kimi daxil ola bilər. Bax, bu nöqteyi baxımdan tədris və meyxana ifa, havacat, musiqi janrı olaraq bir arada birləşə bilərlər. Yəni, tədris də saz havası kimi, musiqi havası kimi, musiqi janrı kimi əgər ifa imkanları genişdirsə və özünə məxsusdursa, o halda ayrıca janr kimi götürülə bilər. Tədris Ustadları adlı 3-cü fəsildə İlxan Məmmədli yazır ki, şifahi xalq poeziyamızda cinas qafiyəli şeirlərin kökü çox qədimlərə gedib çıxsa da, hətta 16-cı əsrdə qədər ki, yazı poeziyamızda bu qəbildən olan şeirlərə, xüsusilə Nəsimi, Qazi İbrahimədin yazıcında ara sıra təsadüf edilsə də, aşıq yazıcında tədris səviyyəsində ilk dəfə təqdim edən qüdrətli sənətkar Aşıq Qurbanidir. Bu minvalla Abbas Farqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələskər və başqa ustad sənətkarların yaradıcılığına müraciət edən İlxan Məmmədli onların tədrislərindən nümunələr gətirməklə söz sərafı kimi onların ətraflı təhlillərini verir. Ustad sənətkarların Ustad sənətkarların tədris sənətkarlarını elmi nəzəri fikir süzgəsindən keçirməklə folklorşünaslığımıza sazın sözün ecazından doğulan bir elmi xəzinə bəxş edir. Folklorşünas İlxan Məmmədlinin təfəkküründən sazın, sözün və elmin qarışıq xəltəsi harmonik vəhdət yaratmaqla ürəklərə yol tapır. Şakir müəllimin dediyi qısa bir belədir. Xülasəsini versək, İlxan müəllim həqiqətən onun şeir şəkli yox, poetik fiqur kimi deyir ki, bu poetik fiqur tamamilə doğrudur. Eyni zamanda tədrislə bağlı İlxan müəllimin gəldiyi qənaət, mühüm qənaət olur ki, bu şeir şəkli, bu poetik fiqur mənşə etibarilə söz ola bilər ki, ərəb dilindən gəlir, amma bu bir türk şeirinə məxsus olan xüsusiyyətdir və bunu nə ilə əsaslandırır İlxan müəllim? İlxan müəllim deyir ki, tədrislər daha çox iki janrda, daha çox iki şeir şəklində özünü göstərir. Bir, bayaqlarda, ikincisi qoşmalarda və əsaslandırması, konsepsiyası bundan ibarətdir ki, qoşmaya da, aşıq şeirinə də mənşə etibarilə bayaqlardan gəlmişdir. Həqiqətən də bayaqlı formasında biz tədrisləri daha çox müşahidə edirik və bir məqam orada. Bu tədrisin mühüm sənətkarlıq göstəricilərindən biri, bəli, aşıq deyişmələrində, aşıqlar üz-üzəlik gələndə mühüm faktor kimi bilirsiniz, bu biraz bir kişi qarşı durmasıdır, kişi sənətidir, üz-üzə gəlməkdir, meydancirlikdir. Ona görə də mütləq tədrislər məsələ bu qarşı durmalarda, bu deyişmələrdə söylənilirdi və aşıq qarşısındakı rəqibini məğlub eləmək üçün bax, bu cür bağlamalardan, müəmmələrdən, tədris üzərində qurulan müəmmələrdən istifadə edildi ki, rəqibini daha çətin vəziyyətə salsın. Ona görə də tədrislə bağlı İlxan müəllimin gəldiyi qənaətlər çox maraqlıdır. Bu gün də öz aktuallığını saxlayır və ümid edirəm ki, o kitabın da gələcəkdə yenidən nəşr edilməsinə biz nail olaraq, çünki o çox əhəmiyyətli kitabdır. Nəşrdədir, nə gözəl. Çünki o kitab demək olar ki, tükənib yoxdur. O kitab həm fiziki olaraq müəyyən qədər çox gözəl. Bu tədbirə hazırlaşanda çox çətinliklə bir nüsxə tapdıq və ondan istifadə elədik. Söz bayaq da qeyd elədik, Olsalı aşıq mühitindən düşdü. Biz
danışdıq, qeyd elədik ki, Elxan müəllimin ən mühüm xidmətlərindən biri də Borçalı aşıq mühitinin öyrənilməsi ilə bağlıdır və bugün təbii ki, biz burada Borçalı aşıq mühiti ilə bağlı da Elxan müəllimin gördüyü işlər, onun araşdırılması ilə bağlı apardığı tədqiqatları da diqqət mərkəzinə gətirməliyik və mən sözü Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya fəlsəfə doktoru Dosent İlhamə Qəsəbovaya vermək istəyirəm. O, Elxan müəllimin Borçalı Qazaq aşıq dastanlarının toplayıcısı, naşiri və tədqiqatçısı kimi bu mövzuda danışacaq. Buyurun. Mənim mövzumla bağlı birinci Elxan müəllimin öz sözünə keçid almaq istəyirəm. Elxan müəllim vurğu ilə dedi ki, mən folklorşünas deyil, aşıqşünasam. Təbii ki, bir aşıqşünas olmaq üçün öncə həmin insan o mühitdə yetişməklə yanaşı, həm də ruhun daşıyıcısı olmalı idi. Elxan Məmmədli o sualın da cavabını verdi. Aşıqlarımız beçəlikdən şəirtliyə, şəirtlikdən aşıqlığa, aşıqlıqdan ustadlığa bir yol keçirlər. Elxan Məmmədli də aşıq sənətindən sevgisi ilə və aşıq sənətinə gəlmək üçün babasının dizinin dibində gecədən sabaha qədər dastan dinləyərək o beçəlik yolunu keçənlərdən biri olmuşdu. Elxan Məmmədlinin yaradıcılığında ən çox dastanlar yer tutur desəm daha doğru olar. Çünki Elxan müəllim Borçalıda böyüyüb boya başa çatmasına baxmayaraq istər Borçalı, istər Qazaq Göyçə aşıq mühitlərində bura qatmaqla mühiti gözəl bilirdi və aşıqların dilini bilirdi. Aşıqları necə danışdırmaq lazım olduğunu bilirdi. Elxan Məmmədli aşıqların elə bir dövründə yaşamışdı ki, o aşıqlar kaprizli aşıqlar idi. O aşıqlar sinələrində olan bilgiləri hər adama verməzdilər. O aşıqlar hər tədqiqatçı ilə üz-üzə dayanıb gecədən sabaha söylənilən dastanı həmin tədqiqatçıya söyləməzdilər. Elxan müəllim onların psixologiyasını bilirdi. Elxan müəllim onlarla söhbət edib yanaşma tərzini çox gözəl bilirdi. Və bu minvalla onun topladığı dastanlar öz şirinliyi ilə ortaya çıxa bilirdi. Mənim əlimdə bugün sizə təqdim edəcəyim bax belə bir dəftərlər var. Bu mənim özümün topladığım materiallar əsasında Ağköynək Məmmədyarın evindən aldığım dəftərdir. Elxan Məmmədli bu dəftərlərdən istifadə eləmirdi. O aşığın özündən gedib nəfəsindən aldığı dastanları yaza bilirdi. Bu dəftərlər təbii ki, aşıqların yaddaş dəftəri idi. Ustadlarından köçürürdülər, məclislərdə eşitdiklərini yazırdılar ki, sabah onlar söyləyə bilsinlər, əzbərlərində saxlaya bilsinlər. Əgər Elxan Məmmədli bu dəftərləri götürüb, o dastanları yazsaydı və bizim təbii ki, çox aşıqşünaslarımız var burada, bilirik ki, özlərindən dastan, nağıl, uydurub yazanların sırasına daxil olsaydı, bugün aşıqşünas Elxan Məmmədli kimi tanınmazdı. Mən Elxan Məmmədlini 2009-cu ildən tanıyıram və 2006-cı ildə əlimə bütün Qazaq aşıq mühitini və el şairlərini toplayaraq gəldiyim Folklor İnstitutunda dekabr ayında Hüseyin müəllimin otağına girdim və dedim ki, Qazaqdan gəlmişəm, belə bir toplama işlərini gətirmişəm. Baxdı ki, qızım, sən əməlli başlı bir mühitin dissertasiya işini ortaya qoymusan. Əziz Ələkbərlinin üstünə yazdı ki, bunun kitab halına salınmasına şərait yaradın. Əziz müəllim mənə dəstək oldu və 2009-cu ildə mən həmin kitabı 700 səhifəlik kitabı çıxartdım və elə 2009-cu ildə də Qazaq Akstafa bölgəsində aşıq sənətindən müsabiqələr gedirdi, gənc aşıqlarla bağlı. Elxan müəllim idi, bizim Solmaz Kösayeva idi, rəhmətli Aşıq Yanvar idi və bir dənə də aşıq var idi, onun adını indi unutdum həyəcanla. Bizim evdə o Mədəniyyət Nazirliyinin işçiləri idi və Qazaq Akstafa mədəniyyət bölgəsinin təbii ki, direktorları idi. 15 nəfərlik bizim evdə bir məclis qurmuşduq. Aşıq Məhəmməd Əli Məşədiyevdə başda olmaq şərti ilə. Elxan müəllim orada bizim evə gəlib mənim o kitabımı görəndə birinci sualı oldu. Canallı Məmməddən nə yazmısan? Mən Canallı Məmmədin əslində heç yerdə olmadığı materiallarının bir balaca ipucu yazmışdım və onun haqqında şiirindən bir bəndini deyim. Sonra niyə Elxan müəllim məhz Canallı Məmməd haqqında məndən sual verib soruşdu. Coşanda meydanda olardı aslan, məclisdə söylərdi maraqlı dastan. Mükafat vermişdi Sarı Şəmsdan aşıq sənətində Kamallı Məmməd. Demək, bu Canallı Məmməd Qazaq mühitində ümumiyyətlə dastan danışan Aşıq Avdı idi, Dərya Məhəmməd idi, Canallı Məmməd idi, Ağköynək Məmmədyar idi, Daşsalahlı Bəhrəm əmi idi. Təbii ki, sonralardan Aşıq Cəlal Qəhrəmanov və Aşıq Ədalət Nəsibov da bu sıralara daxil olmuşdu. Amma Canallı Məmməd
Əmrah Gülməmmədovun atası Paşa kişi ilə çox yaxın dost olur və Borçalı elində hər zaman maraqlı dastan gecələrinə Canalı Məmmədi çağırırlar. Bu gedir orada dastan söyləyən günü muştuluqçular gəlir ki, Paşa kişi muştuluğun bir oğlun oldu. Əmrah dastanını danışırmış və Əmrah dastanının ortasında deyir ki, əgər icazə versən yaxın dostum, elə oğlun adını da Əmrah qoyardıq. Təbii ki, buna sayğı, ehtiram, hörmət əlaməti olaraq elə Əmrah adı qoyulur və Əmrah Gülməmmədov adı qoyulan Canalı Məmməddən daha üstün şəkildə ustadlığın yolunu gedir və tanına bilir. Elxan Məmmədlinin yaralı yeri niyə boydu ki, Canalı Məmməd bugün tanınsın, toplansın və toplanmışdım. Materiallarını az da olsa, qismən də olsa kitaba daxil etmişdim. İkinci bir marağı Daşdalaqlı Bəhram əmi idi, Bəhram Həsənov idi. Bəhram Həsənovdan Elxan Məmmədli Yetim Söyün dastanını toplamışdı və onun da məndə olan bilgisini yoxladı və kitabda çox şükürlər olsun ki, üzü ağ çıxdım, Yetim Söyün dastanını adını çəkmişdim. Amma dastanın özü tamamilə məndə yox idi. 1981-ci ildə Elxan müəllim 2 gün Aşıq Bəhramın evində qonaq olur, isti yay günlərində və deyir ki, ustad, təbii ki, ustad demirdi və mən bir cümlədə buna deyim ki, öz dissertasiyamda da doktorluq işimdə bildirirəm, ad titul məsələsində son olaraq əmi də var. Biz baba, dədə deyirik, amma əmi titulu, məsələn, Elxan əmi deyirik, Bəhram əmi deyirik, Ağköynək Məmmədyar əmi deyirik. Bu, onların genetik Dədə Qorqуда gedib sökənmədir. Dayı ana tərəfədir. Saz kişilərdən gəldiyinə görə əmi titulu da bura son olaraq daxildir. Elxan müəllim deyir ki, Bəhram əmi, mənə elə bir dastan danış ki, o dastan heç yerdə olmasın. Və Yetim Söyün dastanını Elxan Məmmədliyə danışır. Elxan müəllim bunu sarı belə vərəqlər üzərində yazılmışdı, bugünkü kimi yadımdadır. Bu dastanı götürür və dastanda da onu özü də qeyd edir ki, mən Hüseyn Şəmkirliyə aid olan dastandır. Heç yerdə yayğın olmayan bir dastandır və bu qənaətə gəlir ki, həm də dastanı və Hüseyn Aşıq havaları ilə Hüseyn Şəmkirliyə aiddir. O havanı o yaradıb. Elxan müəllim bunu israrla söylüyordu. Sonra əl yazması olaraq həmin dastanı mən kopyaladım, kompüterdə yığdım və Elxan Məmmədli mən indi kitabda görmüşəm ki, 2013-cü ildə Ozon Dünyası kitabım jurnalının 4-cü buraxılışında, hətta mənim adımı da qeyd etməklə ki, İlhamə Qəsəbova gənc araşdırmacı 2009-cu ildə çıxartmış olduğu kitabda Daşdalaqlı Aşıq Bəhramdan bu materialları yazıb. Elxan əmi onu orada yazmışdı, amma ikimizin də yadımızdan çıxmışdı. Son gününə qədər məndən soruşurdu ki, İlhamə, sən bilmədin o dastanı mən hansı jurnalda yazmışam, harada təbliğ olunub. Məndə onun elektron variantı var idi. Elektron variantını mən onu Elxan müəllimə göndərmişdim. Elxan müəllimin ən gözəl aşıqşünaslıq xüsusiyyətlərindən biri aşıqların içində olması idi. Aşıqdan uzaq olarsansa, bilirsiniz, hər kəs müəllim ola bilir, amma hər adam pedaqoq ola bilmir. Hər kəs folklorşünas ola bilər, amma hər kəs aşıqşünas ola bilməz. Aşıqşünas olmaq üçün aşığın içində yaşayaraq, aşığın dizinin dibində onun tökdüklərini düşürməlisən. Aşıqşünas olmaq üçün sən aşıqların çevrəsində gecə-gündüz ömrünü, gününü verməlisən. Elxan müəllimin xoşbəxt cərəhəti ondan ibarət idi. O kişi xaylaq idi, bunu eləyə bilir, amma bəzən qadınlar bunu edə bilmirik və gənc aşıqlar Elxan Məmmədlinin Sarıtel verilişindən aşıq sənətinə gəlmişdilər. Bu da onun ən böyük cəhətlərindən biri idi. Mən sosial şəbəkədə bir dəfə yazmışdım. Toğrul Ayromelli deyir ki, mən Sarıtel aşığıyam. Çünki quzu qoyun otardığım yerdə hər gün evə qaçırardım ki, o veriliş gedər və mən Elxan əminin o şirin dialektdən istifadə edərək, ləhcələrdən, ləmsləri qoruyub saxlayaraq, aşığın özünün terminlərindən istifadə edərək apardığı o verilişin qulaq yaddaşına çevrilirdim və o sazı sevirdim. Bugün Elxan Məmmədlinin tədbirinə Kəlbəcər aşıq mühitinin, Gədəbəy aşıq mühitinin, Qazaxdır, Göyçədir, bütün bölgələrlə yanaşı Şirvan aşıq mühitinin, bütün gənc nəsli o bizim üzərimizdə çox böyük haqqı olan aşıqşünaslı sözünü deyir. Təbii ki, bu da onun ölümsüzlüyünə gətirib çıxaracaq. Allah Elxan müəllimə rəhmət etsin, ruhu şad olsun. Mən inanıram ki, aşıqlar neçə ki var, Elxan əminin də sözlərini söyləyərəkdən və onun hər zaman əziz xatirəsini ehtiramla yad edərək də yaşadacaqlar. Sağ olun diqqətiniz üçün. Elxan müəllimin təzniq sənətkarlığı monoqrafiyası həm də onu bizə göstərir, sübut edir ki,
İlhamə xanım da qeyd elədi, mən də danışdım, Asif müəllim də qeyd elədi. Burada maraqlı bir tendensiya var aşıq yaradıcılığı ilə məşğul olan alimlərin, sənətkarların yaradıcılığında. Bəzən folklorun canlı mühitdə folkloru toplamaq, bəzən o folkloru canlı mühitdə bilmək zərurəti elmi yaradıcılıqda bir qədər nəzəri metodoloji yanaşmalardan belə uzaqlaşmağa doğru bəlkə də şərait yaradır və yaxud bir belə özünü vəziyyətdən çıxartmaq üçün kəndi imkan kimi çıxır ortalığa. Amma İlham müəllim bu yolla getmədi. İlham müəllimin o şedevr dediyimiz monoqrafiyası aşıq sənətinin nəzəri, metodoloji sanki bir proqramını təqdim elədi və bundan sonraki toplamalar və oradan da aydın şəkildə göründü ki, İlham müəllim bunun nəzəriyyəsini də, metodologiyasını da və o toplama təcrübə praktikində gözəl bilir. Mühitin də burada təsiri var, amma eyni zamanda həm də mütəxəssisliyin, peşəkar mütəxəssisliyin də çox ciddi rolu var. Mən indi İlham müəllimlə bağlı, onun elmi yaradıcılığı ilə bağlı xeyli danışdıq, amma mən həm də təhsil elmi yaradıcılığı yox, həm də istəyirəm ki, İlham müəllimlə uzun müddət ünsiyyətdə olmuş, onun ictimaiyyətin çox da tanımadığı şəxsi keyfiyyətləri, eyni zamanda elmə, aşıq sənətinə münasibətdə seçdiyi fərqli, bir qədər də bayaq dedik, tənqidi mövqeyi ilə bağlı istəyirəm ki, dəyərli, hörmətli, yox, Əli müəllim, söz verəcəm, amma istəyirəm indi siz, Əli müəllim, Əli Şamil istəyirəm ki, onların yaxşı bir müsahibəsi də var, çap olunub orada. İstəyirəm ki, o bəzi məqamlar var, biz Əli müəllimlə bəzən imkan olur, danışırıq. İstəyirəm ki, onların bəzilərini diqqətə çatdırsın, çünki bu kitabdan, dəftərdən gördüklərimizdən fərqli bir İlham müəllimdə var. O İlham müəllimi tanımağa ehtiyac var. Buyurun, Əli müəllim. İlham müəllimin burada mehribanlığından, səmimiyyətindən, dosta, yoldaşa, xoş münasibətindən, insanlara qayğısından danışdılar. Çox sağ olsun. Ancaq İlham müəllimin bir sərt üzü də var idi və o sərt üzü də adamın 7 qatından keçirdi. Və o kitabda da bayaq dediyim kimi bir İlham müəllimlə oturanda özü aşıqları nə qədər dilə tutub yazdırmağı bacarırsa, özündən müsahib almaq, yəni folklor mövzusunda onu danışdırmaq çox çətin idi. Çünki oturub danışanda çox istən gələn, yana-yana danışırdı. Ancaq ondan kimlərinsə pis məqsəddə istifadə edəcəyinə görə onun çap olunmasını, yazıya alınmasını istəmirdi. Mən də istəyirdim ki, onlar mütləq yazıya alınsın ki, gələcək nəsillər, folklorçular bilsinlər ki, bizim özümüz və bizdən əvvəlki nəsil hansı yanlışlıqlara yol vermişik. O müsahibənin bir yerində də İlham müəllim o folklorda təhriflərdən söhbət eləyir, bayatı Lenin, Oktyabr haqqında bayatılar yazılmasından söhbət eləyir. Sonra da birdən hirslənir, deyir ki, nə eləsinlər, onlar da yazılması qoymazlar, o kitab çap olunsun. Onlar bir yerdə işıq üzü görsün, onlar da yazmalıydılar da. Həmi o keçmiş folklorçuları tənqid eləyirdi ki, bu təhriflərə yol verir. Həm də onlara haqq qazandırırdı ki, dövr, mühit belədir. Mən nəyə görə onun sərt üzündən deyim? Bu, Qərbi Azərbaycana getmişdim 91-ci ildə. Oranın da paytaxtı Urmiyadır. Orada bir 5-10 gün qalanda mən də İlxan kimi aşıq yaradıcılığına daha çox meyil göstərirdim. Aşıqlardan xeyli material görüşmüşdüm. Xeyli material toplayıb gəlmişdim. Burada 92-nin əvvəllərində Bakıda çox qarışıq idi. Folklor, ədəbiyyat unudulmuşdu. Bir məsələ vardı ki, Qarabağ məsələsi. Hamının başı buna qarışanda, ancaq buna baxmayaraq İlham məni yaxaladı ki, gedibsən, eşitdim ki, Urmiyə, dedim, hə, getmişəm. Dedi, kimlərdən nə gətiribsən, otur, biraz söhbət eləyək. Dedim ki, ay İlxan, vaxt olar söhbət eləyərik də. Ancaq əl çəkmədiyinə görə
Dedim, Aşıq Dehqanı gördüm, Aşıq İsmailini gördüm, Aşıq Yaqubu gördüm. Dedi ki, Aşıq Tüccarı gördün mü? Dedim, ay Elxan, Aşıq Tüccarı getmədim görüşünə. Çünki orada dedilər ki, onu görməyə dəyməz. Mən bunu sadəcə orada eşitdiklərim haqqında informasiya verəndə birdən mənim üstümə bərk bozardı, hissləndi. Dedi, sən nəyinə lazımdır? Sən gedib görəydin, onu aşıq kimi görəydin. Onunla oturub söhbətini dinləyərdin. Belə baxdım ki, sənət, aşıq yaradıcılığı Elxan üçün hər şeydən ucadır. Mən bu Qarabağda Ağdərədən, Naxçıvandan bir 100-ə yaxın cavan uşaq gəlmişdi, döyüşürdülər. Mən onların arxasınca getməli idim ki, göndərdiyimiz adamların taleyi nə olub? Bu baxdı, dedi ki, ay Əli, niyə bu gətirdiyin materialları çap elətdirmirsən, nə eləmirsən? Dedim, ay Elxan, axı iş çoxdur, gedirəm ora. Qarabağa qayıdıb gələrəm, çap elədərəm. Biraz duruxdu. Dedi ki, sənə getmə də deyə bilmirəm, get də deyə bilmirəm. Amma mən başa düşdüm ki, yəni arxasında duran nədir? Sən gedirsən orada ölüb qalsan, bu yazıları kim çap elədəcək? Sən bunları çap elətməlisən. Ancaq orada da ölüm durumsa başı gedir. Sənin ora getməyinə yox getmə deyə bilmirəm. Getdim, gələndən sonra biraz Elxanla söhbət elədik. Əsas söhbətimiz Dollu üstündə oldu. Mən orada Dollu Mustafadan xeyli şeir toplayıb gətirmişdim və deyəndə ki, Dollu Mustafa Urmiya yaxınlığında Dol mahallındandır. Bu biraz qayıtdı ki, yox, o Türkiyədədir. Dedim, ay Elxan, mən də elə aşıqlardan eşitmişdim, Borçalı aşıqlarından. Dollu Abzər haqqında ki, Türkiyədədir. Ancaq getdim, sağ olsun Aşıq Dehqan məni maşınınla apardı Dol mahalına. Dol mahallı bir 15-16 kənddir. Ondan bir neçə kənd artıq xaraba qalıb 18-20-ci illərdə. Dollu Mustafa da o kəndlərdən birindəndir. Dedi ki, heç olmasa qəbir daşını asıb aşkara çıxarıb üzünü köçürdüb gətirə bildi mi? Dedim, kənddən əsər əlamət qalmayıb və o anda da qəbirstanlıqdan mən nəsə götürəm, gətirə bilim. Yəni Elxanın ora hələ onda getməsə də sonralar çox getdi, gəldi, maraqlı səfərləri doldu. Onun bir bilgisi nə idi? O mövzuda söhbət eləyirdik ki, necə olur ki, bu tayda Borçalı mühiti Qazax, Gəncə, Göyçəyə yaxın olduğu halda bunların aşıqlarının çalıb çağırdıqları, oxuduqları Qərbi Azərbaycan, yəni Urmiya aşıqlarının çaldıqlarına daha yaxındır. Qaradağ aşıqlarının çalıb oxuduqları bizim Göyçə, Gəncə aşıqlarına daha yaxındır. Zəncən aşıqları isə bizim necə deyirlər, Şirvan aşıqları kimi qoşan ağara ilə dətlə. Bunu müzakirə eləyirdik ki, yaxşı, bu Azərbaycanda ayrı-ayrı aşıq mühitləri varsa, hardasa 200 ildir bu dövlətlər ayrılıb, sərhədlər yaranıb, ancaq orada da, o tayda da bu mühitlər, buradakı fərqlilik orada da qalır. Bunlar hansı bağlar bir-birinə bağlayırdı? Necə olub ki, bu bağlar indi də hələ qopa bilməyibdi. Elxanla belə söhbətlərimizdə onun sonra Dollu Abzər haqqında yazı hazırlayanda, redaktə eləyəndə bir dəfə bir hissləndi. Dedi, bu adamların ki, beynindən bir şey düşür, onu silmək olmur. Nə qədər böyük yaşı olsa da, biliyi olsa da, nə olsa da, mən də elə bilirdim ki, Dol Türkiyədədir. İndi sən gedibsən, gəzibsən, faktları toplayıb gətiribsən. Deyirsən ki, Dol Urmiyanın yaxınlığında bir mahaldır. Mən onu istəyirdim bir yazıda düzəldəm. Bizim bu ağsaqqal alimlərimiz
özü adlarını da çəkdi ki, məni daşqalaq ellər və mən deyəndə ki, ay kişi, Əli gedib oradan bunlar gətirib, dedilər ki, Əli nə vaxtdan alim olubdu, bıraq geçsin, elə biz yazmışıq, sən bizi biabır eləyəcəksən. Ancaq bu biabır eləməsə də, Elxan da öz bildiyindən keçmədi. Onlardan nə qədər incitsə də, nə eləsə də, Elxan o dolu məsələsini, dolun Türkiyədə yox, Urmiyada olduğunu yazdı. Elxanla bizim çox maraqlı söhbətlərimiz olurdu. O söhbətləri mən buradan elmi şəkildə sizə danışmaq fikrindən uzağam. Çünki məqalə xatirələrimdə eləcə də onun söhbətlərində yazdım. Bir söhbəti axtarıram, tapa bilmirəm. O tayın aşıqlarıyla bağlı bu Elxan müəllimin maraqlı söhbəti var idi məndən. Onu mən dilə tutmuşdum, xahiş eləmişdim, yazmışdım. Söhbətin birində deyirdi ki, Qaradağ aşıqları bunu aparıblar yeyib içməyə yaylağa. Aşıq da dörd divar arasında olanda başqadır, yaylaqda bulaq başında olanda başqadır. Bunlar orada yeyib içib, belə çal-çağır, köfləri kök olanda maşın gəlir. Maşın gələndə aşıqlar bərk ayağa düşürlər, bilirlər ki, onların KGB-sinin ittilatının maşınıdır. Bura gəlibsə, demək, bunlar da içiblər, başqa şey olmasa da hərəsinin bir qırx şallağı var. Elxan uşaqlar deyir oradakılar, deyir ki, sizin işiniz yoxdur, qoy gəlsinlər, siz dillənməyin, mən cavab verəcəm. Deyir, gəldilər, düşdülər ki, kimsiniz, nəyə gəlibsiniz, nəsiniz? Deyir, dedim ki, mən Elxan Məmmədli Azərbaycan Akademiyadan gəlmişik. Deyir, dedilər, hə, bilirik, sən radioda, televiziyada elə gündə danışırsan, gəlib burada da bu adamların yoldan çıxarırsan mənə. Deyir, dedim ki, mən bura yasa gəlməmişəm ki, gedəm oturam, mərsiyə deyəm, ağlayam. Siz toya gedəndə, şənliyə gedəndə oturub ağlayırsınız. Yox, aşıqdır, bulaq başıdır, dağdırsa, burada yeyib içmək də var, araq da var. Siz indi nə deyirsiniz? Deyirsiniz, mən burada bu adamları tutub aparacaqsınız və yaxud da nəsə deyəcəksiniz. Uşaqlar deyir ki, biraz baxdılar, dedilər ki, yaxşı, oturun, yeyib için, çalın, çağırın. Ancaq elə eləyin, bilməsinlər. Dedik ki, nə edək, bu dağın başında nə bilək ki, siz deyir, biri qayıtdı ki, elə adamla oturun, durun ki, o bizə də xəbər verməsin də, mən işimi, gücümü qoyum, oradan indi deyir, bura maşın sürüb gəlmişəm ki, nədir, gedim, indi biz orada nə cavab verməliyik? Elxanın o tay aşıqlarıyla bağlı, onları bura gətirmək, radyo, televiziyada çıxışlarını təşkil etmək, bu zaman başına gələn hadisələr, onların deyimlərində, sözlərindəki fərqlərin hansı gülüşlər doğurduğunu çox maraqlı o lentdə danışıbdır. Təəssüf ki, tapa bilmirəm. Bu son yazılarını da tapamırdım. Qəribədir ki, elə bir ki, bir şeyi axtarıram, görünür yaşla bağlıdır, tapa bilmirəm. O şeyi hiç axtarmıram, qarşıma çıxır. Elxanın məsələ babasıyla, bayatılarla bağlı lent yazısını tapmışdım, yazmışdım. Hansı ki, onun geniş bir mübahisəli yazısı var idi, onu tapa bilmirdim. Da bezmişdim, Eldar'a da dedim ki, Eldar, da tapamadım da getdi. Birdən heç axtarmadığım halda qarşıma çıxdı. Orada sizin üçün bəlkə də maraqlı ola biləcək bir hadisəni deyim. Elxan danışır, söhbət eləyir ki, babam rəhmətli həmişə söymək istəyəndə, hisslənəndə dilini dişləyərdi. Ondan mənə də bu xasiyyət qalıbdı. Mən də söymək istəyəndə dilimi dişləyirəm ki, ayıbdır da söyməyim. O dəndə dedim, ay Elxan, deyirsən ayıbdır, nədir? Bu xalq bu söyüşü nə üçün yaradıb? Gedib dənizdə, dağda, daşda, çaya söyməməlidir ki, bu söyüşün özü də bir tərbiyə məktəbidir. Söyürsən, qarşıdakı bir də elə qələt eləmir, səhv eləmir. Ətrafdakılar da eşidir ki, onu söydülər, biabır elədilər, onlar da bu dadı eləmir. Dedi, bir yaxşı adam ola, tapıb verəsən.
elə 7 qat söyüşlər söyərəm. Bunları yazıb, saxlayıb, çap eləyəsən nə olar? Dedim, vallahi onu adamı mən taparam, tapmasam da özüm yazaram. Ancaq sən onu söyəsən də ki, yazaq qala. Bu Oğuznamələri açırıq ki, valla orada atalar sözünün içində söyüşlər var. Qədim bizim dastanları, nağılları, köhnə kitabların hamısını açırıq. Orada elə söyüşlər, açıq-saçıq şeylər var ki, gəl görəsən. İndi dünyanın İngilisi bunu eləyir, Rusu eləyir, bu birisi eləyir. Bizdə bir balaca eləmək istəyəndə o dəqiqə düşürlər üstümüzə ki, yox, bu xalqın tərbiyəsini pozursunuz, nə eləyirsiniz? Ay qardaş, valla bu xalq elə o xalqdır ki, bunu hər gün evində də deyir, küçədə də deyir, bazarda da deyir. Bunun tərbiyəsini biz pozmuruq. Onun danışdığını yazıya almaq istəyirik. Heyf ki, Elxanın o necə deyirlər, özünün dediyi kimi 7 qatından keçə bilən söyüşləri də yazıya ala bilmədim. Allah rəhmət eləsin, yeri cənnətlik olsun. Sağ olun. Çox təşəkkür edirəm. Həqiqətən də sizin dediyiniz məqamlar. Yadımdadır, Folklor İnstitutu bir mətn çap eləmişdi. Bir nadanın əlində qalmışdı. Çox çətinliklə, çox məhkəmə çəkişmələrinə qədər getdi çıxdı. Amma sizin də qeyd elədiyiniz kimi dünyada bu praktika var, bu təcrübə var. Çünki xalq hər situasiyaya, mərasiminə də, yasına da, xoş gününə də aid bir ifadəsi var, bir söz var. Təbii ki, söyüşlər də elə söyləmək kimi, danışmaq kimi o situasiyaya olan bir münasibətdir. Elxan müəllim qeyd elədiyimiz kimi həm də özündən sonra da bu sənətin də, bu elmi yaradıcılığın da davamını görmək istəyirdi, bundan ötürü çox çalışırdı. Əslində o xidmət elə ən böyük missiya, elə o mənəvi dəyərlərin yaşadılması, gələcək nəsillərə ötürülməsi idi. Və bugün burada bayaq bizdən öncə də qeyd olunduğu kimi Elxan müəllimin elmi rəhbərlik elədiyi, aşıq sənətinin dərin bilici, dərin ifaçılarından biri olan Altay müəllim burada iştirak edir, Aşıq Altay burada iştirak edir. Mən istəyirəm ki, Altaya söz verək. Altay buyursun. Çox sağ olun, hörmətli Hikmət müəllim, hörmətli tədbir iştirakçıları. Zəlimxan müəllimin bir sözünlə sözümə başlamaq istəyirəm. Ömür xatirəyə dönər ya dönməz, illərin izi var xatirələrdə. Ötən əyyamların, ötən anların dadı var, duzu var xatirələrdə. Bir körpü salmışdım, üstdən keçirəm. Bir zəmi salmışdım, indi biçirəm. Çörəkdir yeyirəm, sudur içirəm. Çörək var, ruzu var xatirələrdə. Bəli, xatirələrdə böyük bir alim, böyük bir ozan, böyük bir dədə, sadə bir insan, yenə böyük bir alim Elxan Məmmədli var. Onu qeyd edeyim ki, mən Elxan müəllimlə Folklor Elmi Mədəni Mərkəzi idi onda, indiki Folklor İnstitutumuz. 96-cı ildə tanış olmuşam. Ondan öncə Elxan müəllimin ecazkar səsini radioda eşidəndə, indi isə Sartel musiqili verilişi başlayır deyəndə, onda lap cavan idim, gənc idim, sazı təzə götürmüşdüm əlimə. Özüm ürəyimdə arzular qalıqdı ki, görəsən mən Elxan müəllimi görə bilərəmmi? Bəli, nəhayət gəldim, Elxan müəllimlə tanış oldum. Elxan müəllim həmin anı bir havaya qolaq astı, 2 havaya qolaq astı, məni səhər dəvət elədi ki, gəl səni yazım. Elxan müəllim məni Sartel verilişinə yazandan sonra mən indi artıq Azərbaycanımızda artıq bütün saz əhatə eləyən, bütün yerlərdə tanınan sənətkarlarımız ki var, Fəzail Miskinlidir, Nemət Qasımlı, Kəmalə Qubatlı, Cahangir Quliyev, rəhmətli Fikrət var idi, Körpülü, çox da saymaqla bunlar tükənəsi deyil. Elxan müəllim bizim hamımıza himayədarlıq elədi. Onda da qarışıq bir dövr idi. Yəni müstəqilliyimiz təzə əldə olunmuşdu. Aşıq sənətinə də bir mənalı baxmırdılar, amma Elxan müəllim tək çiyinlərini döşünü qabağa verdi, bu aşıq sənətini qorudu və bizi Azərbaycana tanıtdı. Elxan müəllimlə mən demək olar ki, bütün Azərbaycanın rayonlarını gəzdim.
Azərbaycanın elə bir yeri olmadı, elə bir ozanı olmadı, aşığı olmadı ki, İlham müəllim onları sarı tel verilişində yazıb, gələcək nəsillərimizə, yəni bizim nəsilə onları göstərməsin, təqdim eləməsin. Bizim ustadımız bayaqları deyildiyi kimi sarı tel verilişi oldu. Vaxtı ilə ustadlar görmüşdük ki, biz indi oxuyuruq ya belə olurdu ki, ustad şəhər dənənəsi var idi. Amma elə bir dövrdə gəldi, İlham müəllimin sarı tel verilişi bizə artıq ustadlıq elədi. Mən bir şeyə diqqətinizə çatdırmaq istəyirəm. Burada hörmətli alimlərimiz İlham müəllimin elmi fəaliyyətindən danışdılar. Amma mən İlham müəllimin bədii yaradıcılığından bir neçə kəlməni sizin diqqətinizə çatdırmaq istəyərdim. İlham müəllimin çox gözəl şeirləri var idi. Şeir şəkillərinin demək olar ki, bütün nümunələrində İlham müəllimin çox mükəmməl şeirləri var idi. Şeiri yazan kimi birinci gətirərdi, mənə göstərərdi ki, Altay, gör döşünə yatırmı bu şeir. İki şeirin tarixçəsini sizə deyim, çox danışmaq istəmirəm. Günlərin bir günündə mənə dedi ki, Aşıq İspəndiyarla görüşmək istəyirəm. Mən İspəndiyar əmiyə zəng elədim, məsələni dedim. Nəsə İspəndiyar gəlmək istəmədi. Nəhayət, müəyyən tərəddüddən sonra mən də xahiş elədim, İspəndiyar gəldi. Nəhayət, İlham müəllimlə getdik aşığı yazmağa. İlham müəllim İspəndiyar soruşdu ki, Aşıq, de görüm, niyə gəlmək istəmirdin? Dedi, İlham müəllim, görürsən də, zaman gəlir, vaxt gəlir, aşıq səsdən düşür, pəhlivan dizdən düşür. Ancaq indi mənim elə bir vaxtımdır, elə bir zamanımdır. Mən dedim ki, qoy sənin nəzərində, sənin yaddaşında, elin yaddaşında mən Aşıq İspəndiyar kimi qalım. Ona görə gəlmək istəmirdim. Həqiqətən İlham müəllim də bir balaca gördüm, qəmləndi, söz təsir eləmişdi. İspəndiyar əmi yazıb gələndən sonra İlham müəllim mənə bir şeir parçası verdi. Dedi, Altay, gör bu nətər şeirdir. Baxdım, yazıb, ötən günlərimi qaytar ilahi, qaytar gəncliyimi özümə qaytar. Qışın şaxtasında dondurma məni, çiçəkli, çəmənli yazıma qaytar. Dişlərimi tökdün, danışanmadım, saçlarımı tökdün, barışanmadım, şüşə eynəklərə alışanmadım, o nuru, ışığı gözümə qaytar. Qaytar ürəyimdə olan təpəri, qaytar ürəyimdə olan təpəri, qaytar dəhanıma şəhd şəkəri, elxana oddurma vaxtsız qəhəri, o gücü, qüvvəti dizimə qaytar. Bəli, İlham müəllim yazdığı şeirlərdə, ümumiyyətlə şeirlərin hamısında deyərdi ki, oğul, abala, şeirlərin hamısının elə bir şeir yoxdur ki, onun yurt yeri olmasın. Bax, bu şeirin yurt yeri burada yaranmışdı. İkinci bir şeirin yaranmasını da nəzərinizə çatdırım. Aşıq Ədalət artıq Bakıya gəlmişdi. Günlərin bir günü İlham müəllim mənə dedi ki, gedəcək Ədalət əmi yazmağa. Bəli, getdik, Ədalət əmi tufan elədi. Sazda barmaqları tufan elədi Ədalətin. Gəldik, sabahları bir də gördüm İlham müəllim mənə bir divani şeiri verib. Ülgülü söz könül oxşar, bacardıqca sazdadır. Şeir nazlı bir mələkdir, hər kəlməni nazdadır. Sadiq dostdan gileylənmə, inciyər, bilər, küsər. Hər kəslənin səhvi varsa, çalışqınan üzdədir. Bu millətin ömür yolu kərəm ömründən keçib, qismətinə nələr düşüb, vərəm ömründən keçib, qismətini yada verib, özü zəhərmar içib, danışmaqla bitən deyil, istəyirsən, 100 dedi. Elxan, indi gir meydana, sazla üzbə-üz dayan, məclisində sərraflar var, sana baxır göz, dayan, İlhamın duruş gətirsin, oğulsansa, döz, dayan, ədalət sazda dediyini, oğulsansa, sözdədir. Mənim böyük alimə, böyük insana, böyük şəxsiyyətə bir neçə yazılarım var və eyni zamanda bir neçə şeirim var. Sonuncu yazdığım bir şeirlə sözümü tamamlamaq istəyirəm. Ozanların nəfəsində yaşayır, xoş avazlar unudarmı Elxanı, sarı telin nəğməsinə qoşulub, telli sazlar unudarmı Elxanı. Əzəl gündən halal idi çörəyi, əzəl gündən el-obanın gərəyi, çiçək kimi təmiz idi ürəyi, güllü yazlar unudarmı Elxanı.
Ömür ötür gah atlı, gah piyada, gah sevişdən, gah kədərdən ziyada. Aşıq Altay, bu 5 günlük dünyada qalan bizlər, unudarmı Elxanı? Sağ olun, var olun. Burada şərait elədi ki, Mərkəzi Elmi Kitabxanada burada bir komponent çatmışdır. Əlbəttə saz olmalıydı. Amma burada şərait elədi ki, oxucular var deyə bizə burada o icazə yoxdur ki, biz burada bir sazı köynəkdən çıxardaq, sazı dinləndirək. Amma elə hər məqamda, hər sözdə də o saz tel-tel, sim-sim ötür. Elə bilirəm ki, o çatışmazlıq da mənə elə gəlir, o qədər də hiss olunmur. Mən tədbirin başlanğıcında dedim, mən sonda Eldar müəllimə söz verəcəm, amma burada bizim dəyərli qonaqlarımız, dəyərli Elxan müəllimin xatirəsinə hörmət edən, aşıq sevən, folklor sevən dəyərli şəxsiyyətlərimiz var. Mən istəyirəm ki, bir qədər onları da dinləyək. İlkin olaraq mən sözü Türk Mədəniyyəti İrsi Fondunun aparat rəhbəri və görkəmli mərhum folklorşünas alim Valih Hacıların övladı Fəxri müəllimə vermək istəyirəm. Fəxri müəllim, buyurun. O da burada iştirak edir və sizi dinləyək. Çox sağ olun Hikmət müəllim, əziz tədbir iştirakçıları, gözəl alimlərimiz, ziyalılarımız, hamınızı salamlayıram. Və əsasən folklorşünasların əhatəsində belə səmimi mühitdə olmaq çox xoşdur. Bu folklor şünaslıq elm sahələri içərisində folk ingiliscə xalq deməkdir. Bu folk komponenti, yəni o tərkibində, etnogenezində xalq kəlməsi olan bir elm sahəsidir və mən elə bundan irəli gələrək yəqin ki, elə folklorşünaslar da xalqla ən sıx, ən yaxın təmasda olan, elə xalqın bir növ, bir büruzəsi, ruhu, əksi olan alimlərimizdir. Bunu biz həmişə müşahidə edirik, o cümlədən Elxan müəllimin timsalında da həmişə hiss edirdik, müşahidə edirdik. Burada Elxan müəllim təbii ki, folklorşünaslıq sahəsində özünə məxsus, təkrar olunmaz imzası olan gözəl bir alimimiz idi və məruzələrdən də dinlədik. Elxan müəllim öz tədqiqatlarında xalq ədəbiyyatımızın həm zənginləşməsinə tədqiqi ilə, eyni zamanda onu təbliğ etməklə o şifahi xalq ədəbiyyatımızı milyonlara sevdirilməsində böyük xidməti olub. Həm tədqiq, həm təbliğ sahəsində təbii ki, böyük xidmətləri olub. Onun ustadnamə, gözəlləmə, bulaq, sarıtel kimi verilişləri yalnız Azərbaycanımızın hər güşəsində deyil, həm də onun hüdudlarından kənarda, ana dilimizin səsləndiyi hər ailədə, eldə, obada bu proqramlar, verilişlər, teleradio verilişlər böyük səbirsizliklə gözlənilir və böyük feyzlə, zövqlə dinlənilirdi. Və təbii ki, bu verilişlər indi aktual olan və gündəmə daşınmış dilimizin saflığının qorunmasında müstəsna rol oynayırdı. Çünki Elxan müəllimin ərsəyə gətirdiyi həmin verilişlərdə saf, şirin, axıcı türkcəmiz səslənirdi. Və həmin proqramlar təbii ki, milli ruhumuzun, xalqın özünün dərkinin və mənəvi dünyamızın dirçəlməsində təbii ki, müstəsna, bir daha təkrar edirəm, əvəz olunmaz rol oynamışdı. Bu baxımdan təbii ki, Elxan müəllimin xidmətləri danılmazdır. Burada əlbəttə ki, hər bir görkəmli şəxsiyyətin onun fəaliyyətinə bir şəxsiyyət kimi formalaşmasında onun ailə mühiti və doğulub boya başa çatdığı torpaq böyük rol oynayır. Bu baxımdan mən deyərdim ki, tali Elxan müəllimin üzünə gülmüşdü. O, gözəl qorğuçunas alimimiz Hüseynqulu müəllimin ailəsində dünyaya göz açıb böyümüşdü. Və eyni zamanda o, Borçalı mahalının qədim, qaim və ən böyük kəndlərindən olan Faxralıda dünya göz açıb, yəni inkişaf eləmişdi, yetkinlik çağına çatmışdı. Və Faxralı deyəndə təbii ki, Faxralı Borçalının saz-söz mərkəzlərindən idi. Faxralı bizim ədəbiyyatımıza, xalq ədəbiyyatımıza Usta Polad kimi gözəl klassik aşıqlarımızı bəxş edən, Şair Nəbi kimi bir dəryanı bəxş edən
bir elimizdir və İlxan müəllim də şair nəbiyə həsr olunmuş mükəmməl bir kitabı nəşr olunubdur və elə şair nəbinin təbirincə desək, İlxan müəllimin Faxralı təki ağır eli var idi. Yəni bu qarşılıqlı idi. İlxan müəllim Faxralının idi, Faxralı da İlxan müəllimin idi və bu qarşılıqlı təsir nəticəsində elə bu yaradıcılıq meydana gəlmişdi və təsadüfi deyildi ki, təbii ki, İlxan müəllimlə danışanda Faxralı barədə biraz daha geniş danışmaq lazımdır və təsadüfi deyildi ki, klassik aşığımız Çıldırlı Aşıq Şenlik Borçalıya gələndə məhz Faxralıda saz-söz məclisləri düzənləyirdi və bu günün özündə saz-söz xiridarı olmayan Faxralı sakini tapmaq qeyri-mümkündür, nadir hallar. Ona görə mən bu gün özüm üçün kəşf elədim. Sənim İlxan müəllim gözəl şeirlər də yazırmış, amma heyrətlənmədim. Çünki o Faxralıdandırsa, o şair nəbinin yerisidirsə, o Çıldırlı Aşıq Şenliyin dəfələr üst tutduğu bir məkandandırsa, bu olmalıydı. Sadəcə o çox özünü üzə çıxarmırdı. Hikmət müəllim burada qeyd elədi. Mən özüm folklorşünas ailəsində dünya göz açmışam və elə sazın sözün beşiyi sayıla biləcək Borçalıda dünya göz açmışam. Ona görə o sazın sözün nə olduğunu çox yaxşı bilirəm, dərk eləyirəm. Və burada bir məqam mənim elə bu məclisdə diqqətimi cəlb elədi və mən buna toxunmaq istəyirəm. Bizim anidən belə düşündüm ki, 20-ci əsrin 50-ci illərində Allah Ulu Tanrı bizə Borçalıya 4 gözəl folklorşünas bəxş elədi. Valih Hacılar, İlxan Məmmədli, Arif Acaloğlu və Allah uzun və sağlam ömür qismət eləsin Asif Hacılı. Bu bəlkə də Ulu Tanrının, bəlkə də yox, elə mən deyərdim, Ulu Tanrının bizə, bizim xalqımıza lütfüdür. Çünki onlar eyni zamanda, eyni nəslin nümayəndəsi olaraq elə qollarını çirmələdilər və bizim o zəngin xəzinəmizi topladılar. Və bu gün biz Azərbaycan folkloru deyəndə orada mühüm bir paya sahib olan Borçalı folklorunda görürük. Onlar bir-birini təkrar eləmədi, sanki özləri öz istiqamətlərini müəyyən elədilər və tək Borçalı yox, Gürcüstanda digər elə sazımızın, sözümüzün qüdrətini göstəricisi olan digər bölgələrdən də folklor nümunələri, örnəkləri topladılar. Ahıskadan, Axal-Kələkdən, barmaqsız trioletdən, Qaraçöpdən və sanki onlar öz aralarında o bölgünü apardılar, o dastanları yığdılar, o zəngin xəzinəni yığdılar və bugün düşünürsən ki, həmin o dörtlük o zaman onu toplamasa, bugün biz nə qədər ağır itkilərə məruz qalardıq. O xəzinə, onu o sinəsində daşıyan aşıqlarımız, ustadlarımız, ağsaqqallarımız, ağbirçəklərimiz artıq dünyada yoxdur. Vaxtilə Axal-Kələkdə burada qeyd olundu ki, bəs İlxan müəllim Borçalı aşıq mühiti qədər Qazaq, Göyçə aşıq mühitində yaxşı dərindən bilirdi. Təbii ki, bilməli idi. Çünki onun görüşdüyü ustadlar onu yaxşı bilirdi. Amma nədən? Çünki biz bu zaman tarixə nəzər yetirəndə görürük ki, 19-cu əsrin əvvəllərində əsasən baş vermiş o miqrasiya prosesləri həmin o mühitdə yaşayan və o sənəti formalaşdıran insanların eyni kökdən olduğunu göstərir, o etnik bağlılığı göstərir. Əli müəllim, Əli Şamir qeyd elədi Urmiyəni. Təbii ki, Sulduzda o Göyçədən, Borçalıdan köçənlər yaşayır. Biz indi təbii o son vaxtlar araşdırmalar, o kameral təsvirlər ortaya çıxır. Onun nəticəsində bilirik ki, nəyə görə bax Ağacanın tərcümə halını oxuyurduq, görürdük ki, indiki Ermənistanda dünya göz açılan Borçalıda yaşayıb. O Ağbabadan, Ağbaba ilə Borçalı bağlılığını, Axal-Kələklə Borçalı, Çıldır o eyni o saz-söz şəbəkəsini biz bu tarixi prosesləri araşdırarkən dərk edirik ki, bu təsadüf deyilmiş. Ona görə bir yerdə anadan olub, digər mahalda yaşayıb ki, qohumluq bağlılıqları var idi və bunu tarixi sənədlər ortaya qoyur. Mən istəməzdim ki, zaman keçdikcə bu ellər bir-birindən daha da uzaqlaşsın. O bağlılıqlar, o tarixi sənədlər təbii ki, o doğmalığı daha da gücləndirməlidir. O itmiş əlaqələri bərpa eləməlidir və bu kontekstdə yəqin ki, folklorla tarix elmi əl-ələ verib bir yerdə çalışmalıdır. Onda biz elə başlanılıbdır o işləri Əli Şamil bilir, o müəyyən aşıqlarımızın o tərcümə halı, o arxiv sənədlərinə istinadən
Usta Poladı mən qeyd elədim Faxralıdan kimi. Biz o dərinliklərə artıq istəsək də, istəməsək də müəyyən tədqiqatçılarımız o istiqamətə yan götürübdür. Mən İlxan müəllim barədə əlbəttə ki, yenə onu deyə bilərəm ki, hər dəfə Bakıda olanda, hər fürsətdə onunla görüşmək əlbəttə çox istəyirdim, görüşürdüm də. Həmişə fikir mübadiləsi də apardıq və onun o görüşlər nəticəsində dünya görüşümüz də zənginləşirdi və İlxan müəllimin əlbəttə dünyadan köçməsi həm folklorşünaslıq elmi üçün, həm biz Borçalılar üçün, xalqımız üçün ağır itki idi və bu gün İlxan müəllimi xatırlamaq onun irsini, işığını yaşatmaq deməkdir. İlxan müəllim yazdığı kitablarda yaşayacaq, əsərlərdə yaşayacaq. İlxan müəllim dostluğa çox sədaqətli insan idi. Həm atam rəhmətə gedəndən sonra o Borçalı folklor örnəklərinin 1-ci cildini tərtib elədi, çap elədi və həm müəllif kimi 1-ci Valih Hacıları yazdı. Onun dostluğa sədaqətini, ləyaqətini göstəricisi idi təbii ki. Və o dostluq onların arasında var idisə, bu yeni gələn nəsildə o dostluqdan bir nümunə götürməlidir və onların xatirəsini həmişə əziz tutmalıdır. Var olun, Allah hamımızdan razı olsun. Məni də dəvət edib söz verdiyiniz üçün təşəkkür edirəm. Tarix elmləri doktorudur və o çıxışında da o tarixlə folklorun o qovuşmasını çox yaxşı şəkildə qeyd elədi. Mən burada əlbəttə həm də özdə diplomatdır və bu şeyləri də çox gözəl bilir. Unudulmaz Yaşar Qarayev deyirdi ki, Azərbaycan folkloru, Azərbaycanın mədəniyyəti onun siyasi xəritəsindən daha böyükdür. Bu siyasi xəritənin tərkibində Azərbaycan 86,6 1000 kvadrat kilometrdir. Amma Azərbaycanın folklor mədəniyyət xəritəsi İraq Kərkük də bura aiddir, Borçalı da bura aiddir, Güney Azərbaycan da bura aiddir və Dərbənd də bura aiddir. Və Azərbaycanın həqiqətən də o bütöv xəritəsi, bütöv folklor xəritəsi, bütöv mədəniyyəti o folklorunda birləşir. Ona görə də bu ənənələr davam edib, əsası qoyulub və bugün də davam etdirilir. Və Borçalı ilə də bağlı işlərimiz var, görəcəyik. Dərbəndlə də bağlı toplamalarımız var, davam edəcəyik. İraq Türkmənlə, İraq Kərküklərlə bağlı da işlərimiz var, davam etdirəcəyik. Və bu bir missiyadır, bu davam edəcək, bu ənənələr davam edəcək. Mən indi istəyirəm sərbəst olaraq kiminsə ürəyində söz varsa, Abbasəli müəllim, sizə mən söz verə bilərəm, sizə təqdim edə bilərəm. Eldar müəllimi dinləyəcəyik. Amma istəyirəm Tarih müəllim, Tarih Talıqlı, Xalq Yaradıcılığı redaksiyasında uzun müddət bizim də ora belə ilk addımlarımızı atmağımızda bizə himayəçi olmuş dəyərli bir insan burada. Tarih müəllim, buyurun, siz də dinləyək. İlxan müəllimin ruhu şad olsun, şad ruhla yaşasın İlxan müəllimlə də. Haradasa bir 15 ilə qədər bir idarədə yan-yanaşı otaqlarda oturmuşuq. İlxan müəllimlə şəxsən mən çox şey öyrənmişəm. Yəni mən o Azərbaycan radiosuna gələndə o qədər də folklorla o qədər də uğraşmırdım, xüsusən aşıq sənətinə. Yəni mən İlxan müəllimlə çox şey öyrənmişəm və çox şey danışa bilərəm. Yəni adamlar yorulur filan, qısa danışmaq hamısından xoşdur. Bircə kəlmə onu demək istəyirəm ki, Osmanlının bir misrası vardı, deyirdi, Xudam Məhəmmədə nə gözəl uymuş. Mən deyə bilərəm ki, saz İlxan müəllimə, Elxana necə gözəl uymuşdu. Elxan qədər, yəni sazı bilənlərimiz təbii ki, çoxdur, həm nəzəri, həm praktik filan. Yəni Elxan o bilənlərdən birincilərdən idi, deyə bilərəm. Hardasa belə bir sazı götürüb, bir dənə dink, o saat bu adam deyirdi ki, bu hava filan yerdə, filan məzdə, filan ildə, filan aşıq tərəfindən oxu. Bütün, nə tər deyim, o qədər mükəmməl bilirdi. Yəni, bilirsizmi, bu ancaq xüsusi istedad. Adamlar belə mükəmməl olur, mən belə deyərəm. Səliqəli, tərbiyəli, dost canlı filan, belə adamlar uğur qazanırlar və İlxan müəllimdə təbii ki, belə uğur qazanmış bir dostlarımızdan idi, şad ruhuna yaşasın və mən folklor institutuna və burada gələn, yığılan cəmaatlara təşəkkürümü bildirirəm ki, vaxt aşırı bizim belə mübarək adamlarımıza qayğımız olmalıdır. Çünki cavanlar tanımalıdır, yaşlılar indi növbəsini dəyişir və ona görə də indi mən elə istəyirəm, bax bu verilişi bilməyəm, Mas TV çəkirmi? Studiyamız çəkir və bu tam
efirdə bunu YouTube-da Yox, söhbət ondan getmir. Yəni bunu ASTV də çəkməlidir də. Elxan müəllim orada külük vurmuş adamlardandır. Yəni bu mənada bu qədir bilənliyə görə mən sizə təşəkkür edirəm. Sağ olun. Sağ olun, sağ olun. Çox sağ olun. Həlimət xanım, mən görürəm oradan əlin qaldırır, Həlimət xanım. Həmin şöbədə çalışır Tahir müəllim, Elxan müəllimlə bir yerdə olublar. Görürəm ürəyində söz var Həlimət xanım. Buyurun. Mən Elxan Məmmədin haqqında yazılan bu kitablara nəzər elədim və əlbəttə öz sənətimə yaxın olduğu üçün şeirlərə baxırdım. Məni bir şeir cəlb elədi və burada dedilər ki, hər şeirin yurt yeri var. O qədər xoşum gəldi bu cümlədən. Həmişə deyirik ki, bu şeirin tarixçəsi var. O daha çox xoşuma gəldi, o yurt yeri. Amma mənim üçün də maraqlı olar. Yəqin ki, məclisdən sonra soruşacağım qardaşından. Nə üçün bu şeir yazılıb? Yəni, yurt yeri, axı o sağ olan vaxtı yazılıb bu şeir. İstəyərdim onu səsləndirim. Yəni, içimdən keçdi. Bu dünyadan köçər oldum. Bu dünyadan köçər oldum. Qəm şərbətin içər oldum. Ölüm gəldi bircə anda, şirin candan keçər oldum. Ölüm gəldi. Ölüm gəldi. Bu taleyim, bu da yazım. Keçməz qışım, gəlməz yazım. Dinməz dilim, ötməz sazım. Əcəl gəldi, naçar oldum. Əcəl gəldi. Əcəl gəldi. El içində ad qazandım. Dosta yada çox inandım. Axırda candan usandım. Qəm zəmisin biçən oldum. Qaldı, dövlət varım qaldı. Balalarım yarım qaldı. Adım, etibarım qaldı. Təzə məkan seçər oldum. Təzə məkan. Təzə məkan seçər oldum. Təzə məkanın mübarək ustadım. Məkanın mübarək, dəli dolu, hər zaman içi sevgi ilə çırpılan Elxan müəllim. Sular hep aktı keçti, kurudu vakti keçti. Neçə han, neçə sultan, taxtı bıraktı keçti. Dünya bir penceredir, her gelen, baktı keçti. Her gelen baktı keçti. Bu pəncərədən baxmağın fərqində olaq. Yaşayan arada. Uzun ince bir yoldayım. Gidiyorum gündüz gece. Bilmiyorum ne haldeyim. Gidiyorum gündüz gece. Gündüz gece. Gündüz gece. Gündüz gece. Hey. Bilmiyorum ne haldeyim. Gidiyoruz gündüz gece. Gündüz gece, gündüz gece, gündüz gece. Hey. Uzun ince bir yoldayıq. Gecəli, gündüzlü bir yolda. Hamınıza uzun ömür, sağlam həyat arzulayıram. Sağ olun. Çok sağ olun.
əlbəttə ki, bu ifaya da, bu eksponta da, bu bədahətdə də yer var. Həqiqətən çox içdən gələn, ürəkdən gələn bir ifa idi. O bayaq dediyim çatışmazlıq komponenti biraz da bundan dolduruldu. Sahibə xanım, buyurun, Sahibə xanım aşıq sənəti ilə bağlı tədqiqatçılardan bizim Sahibə xanım Paşayeva, Sədnik müəllimin, mərhum folklorşünas Sədnik Paşa Pir Sultanının övladıdır. O da aşıq sənətinin, aşıq yaradıcılığının tədqiqatçılarından. Buyurun, Sahibə xanım. Hamınızı salamlayıram. İlham müəllimin həyat yaradıcılığının, alimliyi haqqında alimlərimiz öz fikirlərini söylədilər. Mən də onun haqqında 3 məqalə yazmışam. Xoş bir təsadüf, saz söz üstündə köklənən alim, sazı qəlbimizə sevdirən alim. Bir-iki kəlmə xatirə danışacağım. Əhatəsində böyüdüyüm ata ocağım həmişə qonaqlı qaralı olub. Azərbaycanın tanınmış yazıçıları, şairləri, kalifi aşıqları tez-tez ailəmizin qonağı olardılar. Rəhmətli atam, anam çox qonaqpərvar insanlar olublar. Bu insanların içində gəlişinə sevindiyim İlham müəllim də vardı. Mən İlham müəllimi hələ orta məktəb illərindən tanıyıram. Nə zaman Gəncəyə gələrdisə, bizim ailəmizin qonağı olardı. Gecə yarısına qədər atamla söhbət edərdilər. Arada əllərinə vurub bərkdən belə gülərdi. O zamanlar ona mən İlhan əmi deyirdim. Və İlhan müəllim 10 ilə yaxın bulaq verilişinin aparıcısı olub. Demək olar ki, daimi o verilişi valideynlərimlə birgə dinləyərdim. Böyüklərdən üzr istəyirəm. Ailə qurmağımla bağlı olaraq Bakıya köçdüm, Gəncədən Bakıya. Talih məni folklor institutuna gətirdi. Şöbə müdürümün İlham müəllim olduğunu öyrənəndə çox sevindim və bir an kövrəldim. Keçmiş illərin xatirəsinə daldım. Əmi dediyim bir insan mənim şöbə müdürüm idi. Elə o gündən İlham müəllim deyə ona müraciət etdim. İlham müəllim 25 il mənim şöbə müdürüm olub. Bu illər ərzində amma o heç zaman mənə adımla müraciət etməyib. Bir-iki dəfə olar ki, Sahibə xanım deyə müraciət edib. Hər zaman mənə bacı deyərdi. Bir vaxtı bir haşiyə çıxım, atam, rəhmətli İsrafil müəllim, Bəhlul Abdullah, Lirik rayonunda olublar, folklor toplayırlarmış, bir qoca xanıma rast gəliblər, deyiblər ki, ağı danışa bilərsənmi? O da deyir ki, yox, mən meyit görməsəm ağı deyə bilmirəm. İlham müəllim deyir ki, qadından bir mələfə alır, uzanır, mələfəni çəkir üstünə, qadın başlayır öz için tökməyə. O çox həmişə nikbin insan olub. Yəni, İlham müəllimin heç vaxtı biz kədərli olduğunu görməmişik. Heç işdən də qalmayıb. Xəstə olsa belə işə gələrdi. İşimiz saat 9-da başlayır, ancaq İlham müəllim doğrudan da saat 8-dən orada olurdu. Hamıdan sonra gedirdi. Bəzən də deyirdi ki, mən otururam, siz çıxın gedin və bu qədər oturmayın. Otaqda yəni hər birimizi hiss eləmirdik, bu bizim şöbə müdürümüzdür. Sıradan biri bizi kim belə idi. Yəni çox sadə bir insan idi. Kim kədərli olurdu, kimin bir qayğısı, problemi olurdu, ona bir ata qayğısı, qardaş qayğısı göstərirdi. Mənlə çalışırdı ki, onu kömək eləsin. Eləməsə də bir yan eləyə bilməsə belə bir yol göstərirdi, məsləhət verirdi. Yəni, İlham müəllimlə çox danışma olar, vaxtımızı almaq istəmirəm. Allah rəhmət eləsin, haqq dünyasına qovuşub, məkanı cənnət olsun. Bu qədər. Çox sağ olun. Elə bilirəm ki, artıq 2 saatdır biz buradayıq və İlham müəllim haqqında günlərlə danışa bilərik və bu bitib tükənməz, aşıq məclisləri kimi bitib tükənməz, amma hər bir məclisin tədbirin başlanğıcı olduğu kimi sonu da gərək gözəl olsun. Ona görə mən istəyirəm ki, sonda ailənin adından çıxış eləmək üçün bu işlərin, bu təşəbbüslərin çiynində daşıyan, İlham müəllimin yaradıcılığına böyük həssaslıqla yanaşan, təkcə bir qardaş kimi yox, həm də folkloru, aşıq sənətini dərindən qayğısını çəkən, zəhmətini çəkən Eldar müəllimə söz vermək istəyirəm. Buyurun, Eldar müəllim. Hörmətli tədbir iştirakçıları, hamınızı xoş gördük. Mən burada çıxış edib sizin vaxtınızı çox almaq istəmirəm, ancaq müəyyən fikirlərim var, onları çatdırmaq istəyirəm. Birinci nömrədə mən Hikmət müəllim sizə öz minnətdarlığımı bildirirəm. İnstitutun kollektivinə öz minnətdarlığımı bildirirəm ki, İlham müəllimin əməyini bu cür yüksək qiymətləndirdiniz, bu gözəl tədbiri təşkil elədiniz və həyata keçirdiniz. Eyni zamanda burada
institutun əməkdaşı olmayan, lakin mən deyərdim, Elxan sevərlər bizim həmvətənlərimiz iştirak eləyir. Onlara da mən öz təşəkkürümü bildirirəm ki, öz vaxtlarını ayırıb bugün gəlib burada bu tədbirdə iştirak edirlər. Əsasən də Abbas Əli müəllim başda olmaqla televiziyanın əməkdaşları var burada. Eyni zamanda Azərbaycan radiosunun əməkdaşları var və başqa bizim yaxın dostlar var. Onların hamısına bir daha öz təşəkkürümü bildirirəm. Lakin bir şey də qeyd eləmək istəyirəm ki, biz Hikmət müəllimdən hardasa bu kitabların çıxması ilə bağlı və kitablara olan münasibətinizə görə də mən minnətdarım bildirirəm ki, zəhməti qiymətləndirmişsiniz. Biz oktyabrın ortalarında görüşdük. Deyəndə Hikmət müəllimdən də çox belə bir balaca narahatçılıqla, eyni zamanda gilə ilə bildirdi ki, bəs bizim institutun xəbərinə yoxdur ki, siz belə tək bu işi necə görəcəksiniz, necə yerinə yetirəcəksiniz. Mən də dedim, vallahi institut bilirdi, iştirak edirdi. Xatirə yazanlar da xatirələrini yazıb göndərmişdilər. Nəysə orada Hikmət müəllim İlxan müəllim haqqında öz fikirlərini, dəyərli fikirlərini söylədi və bu tədbirin həyata keçirilməsi haqqında əvvəlcədən də bildirdi. Və buna görə də bir daha mən sizə təşəkkür edirəm. Eyni zamanda bir şey də qeyd eləmək istəyirəm ki, adətən mənim qənaətimə görə ümumilikdə belə bir fikir yaranmışdı ki, güya Elxan müəllimi xalqa sevdirən sarteldir, bulaq verilişidir, gözəlləmə verilişidir. Bundan cəmaatda Elxan müəllimə xüsusi məhəbbət yaranıb. Mən deyərdim ki, bu öz yerində. Eyni zamanda Elxan müəllimə mənim fikrimcə daha çox məhəbbət insanlarda yaradan bir cəhət də o idi ki, Elxan müəllim təkcə deyək ki, Borçalı, Qazaq, Göyçə mahalının aşıq məktəblərini yox, eyni zamanda Şirvan, Səlyan aşıq məktəblərində çox gözəl dərindən bilirdi. Və o, hər bir sənətkara öz qiymətini verməyə bacarırdı. Bu məktəblər arasında olan sənətkarlara ayrı seçkilik qoymurdu. Və mən deyərdim ki, bir növ əvvəllər belə bir şey vardı da, indi cavanlar bəlkə də bilmir. Bu iki məktəbin nümayəndələri arasında elə bir-birinə qarşı həm sənətkarlar arasında, həm də ki, əhali arasında belə bir-birinə biraz qısqanclıq vardı və bəyənməmək var idi. Gələk bizim də Gəncə Basardan üzü o yana Borçalıya, Göyçəyə, Gədəbəyə, Qazağa hamı saz üstündə köklənib, ancaq saz ifasını və yaxud da sazla balaban ifasını bəyənirdi. Elə bil ki, bu Şirvan, Səlyan aşıq məktəbi bir növ ögöy baxırdıq da biz. Onlar da bizə o cür baxırdı. Ancaq Elxan müəllimin əməyinin, onun Elxan müəllimin sənəti olan münasibətinin, o sənəti ümumi xalq kütləsinə çatdırması bu məktəbləri həm bir-birinə yaxınlaşdırdı, həm də ümumi əhali arasında bizim hər iki məktəbə olan elə bir ki, yeni bir baxış ortaya qoydu və insanlar artıq, mən elə şəxsən özümdən götürürəm, Şirvan məktəbinə də, Səlyan məktəbinə də tam toplu bir Azərbaycan folklorunun nümunəsi kimi baxıram. Və yenə hamınıza öz təşəkkürümü bildirirəm. Və bir şey də nəzərinizə çatdırırım ki, bu kitablar nəşr olunduqdan sonra Elxan müəllimin bir neçə məqalələri, intervyuları, onun haqqında müəyyən yazılar artıq əldə eləmişik, daha doğrusu tapmışıq desək, daha düzgündür. Və 4-cü bir kitab hazırlanır. İndi o vaxt belə məlum oldu ki, institutun əməkdaşlarının xeyli hissəsi bu kitabın hazırlanmasından bir xəbər idi. İndi kimin arzusu varsa, öz xatirələrini, yazılarını çatdıra bilərlər və onu biz növbəti kitaba daxil edə bilərik. Bir daha hamınıza, öz ailəmiz adından, şəxsən öz adımdan minnətdarlığımı bildirirəm, vaxtınızı ayırdınız, gəldiniz bu tədbirdə iştirak edədiniz. Çox sağ olun. Sizə bir daha minnətdarım. Buyurun. Deməli, indi o gileyi dedi, mən də bir əlavə edim. Allah rəhmət eləsin. Mart ayının 21-i idi, Seyfəddin müəllim zəng elədi ki, mən fevral ayında instituta gəldim. Üstündən bir ay keçmişdi. Çox təəssüf ki, və o bir müddətdə komada olduq. Biz danışa bilmədik. Yəni, biz onsuz da bir çox yaxşı münasibətimiz vardı.
Mart ayının 21-idi Seyfəddin müəllim zəng elədi ki, bəs Elxan müəllim rəhmətə gedib, təcili gedək ora. Biz dərhal gəldik ora və o hələ ailə, qohum, əqraba tam şəkildə gəlib yığışmamışdı. Mənim Eldar müəllimlə tanışlığımın belə ilk situasiyasını deyirəm. Deməli, Seyfəddin müəllim orada təqdim elədi ki, Hikmət bizim yeni direktor və s. Dedi ki, indi orada hamımız kədərli, Elxan müəllim rəhmətə gedib. Eldar müəllim mənə dediyi ilk söz bu idi. Dedi, ay oğul, o Novruz bayramı ilə bağlı tədbir keçirmişsiniz, ona ad idi ora qoymuşsunuz. Dedim ki, hansı, nə ad deyilsin? Mən kontekstində dedim ki, elmi fəaliyyətdir də, kontekstdə, termini istifadə edirik. Dedi ki, Novruz bayramına aid tədbir keçirsiniz, amma adın, o sözü seçəndə bir qədər başqa dildən gələn sözlə deyirsiniz. Mən izah eləməyə çalışdım, amma gördüm ki, o da qəbul eləmədi heç o sözü. Mənə qəribə və maraqlı gələn o idi ki, biz orada başqa situasiyadaydıq. Amma Eldar müəllim orada yenə o məqamda da yenə də mənə o fikir ifadəni çatdırdı. Və xatirimdə köhnə kişilərdən biri kimi, yadımda bu qaldı ki, Eldar müəllim köhnə kişilərdəndir və biz bu kitablarla bağlı, bu tədbirlə bağlı dəfələrlə Eldar müəllimlə görüşdük, danışdıq. Bir qədər əvvəldə mənim də bir gilə-güzarım vardı, amma sonra hər bir şeyi sanki mənə elə gəlib qaydasına düşdü, nizamlandı və mən elə bilirəm ki, Elxan müəllimin əsas ruhunun döyündüyü yer elə folklor institutudur. Və o ənənələr yaşadılmalıdır, davam etdirilməlidir. Mən sizə bir daha təşəkkür edirəm ki, bu ağır missiyanı, bu ağır işi öz üzərinizə götürmüsünüz. Bu təkcə bir qardaş qayğısı deyil, bir ehtiram deyil. Bu, Azərbaycan folkloruna, Azərbaycan aşıq sənətinə, borçalı mühitinə, bütövlükdə Azərbaycan mədəniyyətinə xidmətdir ki, siz bunu, o missiyanı üzərinizə götürmüsünüz. Mən şəxsən öz adımdan da, institut adımdan da sizə təşəkkür edirəm. Təşəkkür edirəm. Terminlərə qalsa çox şey var. Sağ olun.